Koç. Bugün kainat size sanki start əmri verir. Mars'ın dinamik təsiri altında olan daxili aləminiz 2026 ilin bu ilk günlərində sizi yerinizdə durmağa qoymayacaq. Səhər saatlarından etibarən özünüzdə qeyri-adi bir fiziki güc və zehni itilik hiss edəcəksiniz. Bu, sadəcə keçici bir həvəs deyil, uzun müddətli hədəflərə doğru atılan ilk ciddi addımın carçısıdır. Ayın vəziyyəti emosional dözümlülüyünüzü artırır, bu da qarşılaşacağınız kiçik maneələri bir növ məşq kimi qəbul etmənizə şərait yaradır. Enerjiniz o qədər yüksəkdir ki, ətrafınızdakı insanlar sizin bu xarizmatik təsirinizə düşməyə bilməyəcəklər. Lakin diqqətli olun, Mars'ın bu qədər aktiv olması bəzən impulsiv qərarlara və səbirsizliyə yol aça bilər. Odur ki, enerjinizi dağıtmaq əvəzinə onu konkret bir nöqtəyə fokuslamağa çalışın. Bugün strateji düşünmək sadəcə sürətli hərəkət etməkdən daha vacibdir. Göy cisimləri sizə deyir ki, bugün əkdiyiniz toxumlar ilin ortalarına doğru nəhəng bir ağaca çevriləcək. Daxili intuisiyanız sizi aldatmayacaq, lakin məntiqlə intuisiyanın sintezini yaratmaq günün əsas tapşırığıdır. Hər kəsin hələ bayram əhval-ruhiyyəsindən tam çıxmadığı bir vaxtda sizin bu qədər fokuslanmış olmağınız rəqiblərinizdən bir addım öndə olmağınızı təmin edəcək. Subay qoçlar üçün, göy üzü bugün sizin üçün eşq sahəsində sürprizlər hazırlayır. Veneranın mövqeyi sizin cazibənizi maksimuma çatdırır. Əgər uzun müddətdir kiməsə qarşı hisslərinizi gizlədirsinizsə, bugün həmin buzları əritmək üçün ideal zamandır. Tanışlıq proqramları və ya sosial tədbirlər gözlənilməz, lakin dərin iz qoyan dialoqlara səbəb ola bilər. İlk baxışdan aşiq olmaq ehtimalınız yüksəkdir, lakin hisslərinizi vulkan kimi partlatmazdan əvvəl qarşı tərəfə də özünü ifadə etmək üçün yer saxlayın. Evli və ya ciddi münasibəti olan qoçlar üçün, partnyorunuzla münasibətlərdə yeni bir ehtiras dalğası baş qaldırır. Uzun müddətdir aranızda yaranan monotonluğu qırmaq üçün bugün rituallar yaratmaq olar. Bəlkə də gələcək planlar, birgə səyahət və ya evlə bağlı böyük bir yenilik haqqında danışmağın tam vaxtıdır. Kiçik anlaşılmazlıqlar ola bilər, lakin sizin səmimiyyətiniz və dürüst kəlamlarınız hər cür gərginliyi anında yox edəcək. Münasibətdə liderlik etmək istəyiniz təbiidir, lakin bugün yoldaşınızın da fikirlərinə önəm vermək, onun hisslərini dinləmək bağlarınızı daha da möhkəmləndirəcək. Romantizm bugün sadəcə şam işığı deyil, həm də bir-birini sözsüz anlamaq deməkdir. Sosial sektorunuzda aktivlik müşahidə olunur. Bugün köhnə dostlardan gələn bir zəng və ya mesaj gününüzü tamamilə dəyişə bilər. Qoç bürcü olaraq siz hər zaman ətrafınızdakiləri ruhlandıran bir motorsunuz və bugün də dostlarınızın sizə olan ehtiyacı artacaq. Ola bilsin ki, kimsə sizdən məsləhət istəsin və ya sadəcə sizin enerjinizlə motivasiya olmaq üçün yanınızda olmaq istəsin. Sosial çevrənizdə nüfuzunuzun artdığı bir gündür. Lakin ehtiyatlı olun, hər kəsin problemi ilə həddindən artıq yüklənmək öz enerjinizi tükəndirə bilər. Qrup daxilində liderlik bacarıqlarınızı nümayiş etdirmək üçün fürsət yaranacaq, bəlkə də bir kampaniya və ya ortaq bir layihənin təşkilatçısı olacaqsınız. Həmçinin bugün yeni, maraqlı və intellektual səviyyəsi yüksək olan insanlarla tanışlıq gözlənilir. Bu tanışlıqlar gələcəkdə həm dostluq, həm də iş ortaqlığı baxımından sizə çox şey qazandıracaq. İnsanlarla ünsiyyətdə diplomatik davranmaq, bəzən isə sadəcə dinləyici mövqeyində qalmaq sizə qarşı olan hörməti daha da artıracaqdır. Unutmayın ki, sizin səmimiyyətiniz ən böyük silahınızdır, onu doğru yerdə istifadə edin. İş həyatında bugün fırtına qabağı sakitlik dövrü bitir. Peşəkar fəaliyyətinizdə ciddi bir sıçrayış etmək üçün bütün şərtlər daxilindədir. Rəhbərliklə olan münasibətlərdə özünüzü sübut etmək, yeni ideyalarınızı təqdim etmək üçün cəsarətli olun. Qoç bürcünün təşəbbüskarlığı bugün sizin ən böyük vizit kartınızdır. Əgər öz işinizi qurmaq və ya mövcud işinizdə vəzifə artımı üçün mübarizə aparmaq istəyirsinizsə, 5 yanvarın enerjisi sizi dəstəkləyir. Texniki məsələlərdə diqqətli olun, detallar bəzən böyük şəkli görməyə mane ola bilər. Yaradıcı sahələrdə çalışanlar üçün ilham pərləri iş başında olacaq. İş yoldaşlarınızla münasibətdə bir növ mentor rolunda çıxış edə bilərsiniz. Bugün qəbul edəcəyiniz qərarlar ilin ilk rübünün gedişatını müəyyən edəcək. Odur ki, kağız üzərində olan planlarınızı real fəaliyyətə keçirməkdən qorxmayın. Uğur sizin üçün bir seçim deyil, bir zərurətdir və bugün bu zərurəti reallığa çevirmək üçün lazım olan bütün alətlərə sahibsiniz. Rəqabətdən çəkinməyin, çünki bugün rəqibləriniz sizin sürətinizə çata bilməyəcəklər.
Sadəcə diqqətinizi dağıdan xırda ofis intriqalarından uzaq durun və hədəfə fokuslanın. Maliyyə məsələlərində bugün həm ehtiyatlı, həm də uzaq görən olmalısınız. Gəlirlərinizdə müəyyən bir sabitləşmə və ya yeni gəlir mənbələrinin işartıları görünə bilər. Lakin bu, pulları plansız xərcləmək üçün bir bəhanə olmamalıdır. Yanvar ayının bu dövrü investisiya imkanlarını nəzərdən keçirmək üçün əladır. Ola bilsin ki, daşınmaz əmlak və ya texnologiya sahəsinə yatırılan vəsaitlərlə bağlı maraqlı təkliflər alasınız. Qoçlar bəzən lüks xərclərə meyilli olurlar, lakin bugün büdcənizi ciddi şəkildə analiz etmək sizə gələcəkdə böyük bir maliyyə azadlığı bəxş edə bilər. Keçmişdən qalan borclar və ya öhdəliklər varsa, onları bağlamaq üçün uyğun bir gündür. Pul akışınızda aktivlik var, bəlkə də bir satışdan və ya əlavə işdən gözlənilməz bonus əldə edəcəksiniz. Lakin bu vəsaiti dərhal xərcləmək əvəzinə təhlükəsizlik yastığı yaratmağı düşünün. Maliyyə sənədlərini imzalayarkən və ya bank əməliyyatları apararkən 2 qat diqqətli olun, çünki Merkuri bəzən rəqəmlərdə kiçik çaşqınlıqlar yarada bilər. Ümumilikdə maddi durumunuz stabil artım trayektoriyasındadır. Özünüzə olan inamınız maliyyə qərarlarınızda da əks olunacaq və bu tərəfdaşlarınızda sizə qarşı güvən hissi yaradacaq. Fiziki olaraq özünüzü bir atlet kimi hiss edə bilərsiniz. Enerjiniz o qədər boldur ki, idman zalına getmək və ya uzun piyada gəzintiləri etmək bugün sizin üçün ən yaxşı terapiya olacaq. Baş nahiyənizə diqqət yetirin, həddindən artıq iş yükü və ya gərginlik axşam saatlarında yüngül baş ağrılarına səbəb ola bilər. Bol su içmək və təmiz havada olmaq bugün mütləqdir. Psixoloji olaraq isə özünüzü bir yenilənmə dövründə hiss edirsiniz. Köhnə qorxular və şübhələr geridə qalır. Özünüzə olan inamınız o qədər yüksəkdir ki, bu bəzən ətrafdakılara təkəbbür kimi görünə bilər, lakin daxilən siz sadəcə nə istədiyinizi bilirsiniz. Meditasiya və ya nəfəs məşqləri daxili aləminizdəki bu böyük enerjini tarazlamağa kömək edəcək. Yuxu rejiminə diqqət yetirin, beyniniz bugün çox aktiv çalışdığı üçün gecə saatlarında fikirli ola bilərsiniz. Bitki çayları və sakit musiqi ruhunuzun dincəlməsinə kömək edəcək. Unutmayın ki, sağlam bir bədən Qoç bürcünün ən böyük kapitalıdır. Özünüzü tükətmədən daxili batareyanızı vaxtında doldurmağı öyrənin. Psixoloji olaraq bugün özünüzü qalib ruhunda kökləyin, çünki düşüncə tərziniz reallığınızı formalaşdıracaq. Günün məsləhəti, bugün qarşınıza çıxan hər bir çətinliyi bir maneə deyil, bir pilləkən kimi görün. Sözlərinizdə kəskinlikdən qaçın, lakin qərarlarınızda qətiyyətli olun. Yox deməyi öyrənmək bəzən ən böyük azadlıqdır. Enerjinizi sizi aşağı çəkən insanlara deyil, sizi zirvəyə daşıyan səbr, bir qoç üçün ən çətin dərs olsa da, bugün sizin ən böyük müəlliminiz olacaq. Hər şeyi eyni anda etməyə çalışmayın, prioritetlərinizi müəyyənləşdirin və onlara sadiq qalın. Motivasiya, sən kainatın ilk bürcüsən, sən başlatmaq və fəth etmək üçün doğulmusan. İçindəki bu alov təkcə səni deyil, ətrafındakı dünyanı da isidə və işıqlandıra bilər. 2026-cı il sənin ilindir və bugün həmin böyük dastanının ən parlaq səhifələrindən biridir. Unutma, zirvəyə gedən yol hamar deyil, amma mənzərə möhtəşəmdir. Sənin iradən dağları yerindən oynatmağa qadirdir. Get və bugünü özününkü et. Buğa. Bugün Veneranın idarə etdiyi buğalar üçün sanki zaman bir qədər yavaşlayır və ətrafdakı gözəllikləri görmək üçün fürsət yaranır. Ümumi enerjiniz olduqca konstruktivdir. Yeni ilin ilk günlərinin gətirdiyi xaotik sürət sizi yormuşdusa, bugün həmin xaosu nizama salmaq üçün mükəmməl andır. Göy üzündəki planetar düzülüş sizin dözümlülüyünüzü və səbrinizi artırır. Hər hansı bir işə başlamazdan əvvəl onun təməlini möhkəm qoymaq istəyəcəksiniz və bu strateji yanaşma sizə uzun müddətli uğur qazandıracaq. Bugün intuisiyanızdan ziyada 5 duyğu üzvünüzlə hiss etdiyiniz reallığa güvənəcəksiniz. Həyatın maddi tərəfləri ilə mənəvi tərəfləri arasında qızıl orta tapmaq günün əsas mövzusudur. Ətrafınızdakı insanlar sizin sakit və təmkinli duruşunuzdan ilham alacaqlar. Təbiətlə və ya sənətlə məşğul olmaq enerjinizi daha da saflaşdıracaq. Gərginlikdən uzaq durmaq və hər şeyi öz axarına buraxmaq qabiliyyətiniz bugün sizin ən böyük gücünüzdür. Kainat sizə mesaj verir ki, tələsməyə ehtiyac yoxdur, onsuz da sizə məxsus olan hər şey ən doğru zamanda qapınızı döyəcək. Subay buğalar üçün, bugün romantika sahəsində daha çox təhlükəsizlik və səmimiyyət axtarışında olacaqsınız. Qarşınıza çıxan yeni namizədlərdə xarici görünüşdən çox, xarakter bütövlüyünə və həyata baxış bucağına önəm verəcəksiniz.
Sosial mediadan və ya köhnə tanışlar vasitəsilə maraqlı bir ünsiyyət başlaya bilər. Bu ünsiyyət sürətli deyil, addım-addım inkişaf edən köklü bir duyğuya çevrilmə potensialı daşıyır. Hiss etmə qabiliyyətiniz yüksək olduğu üçün qarşı tərəfin gizli niyyətlərini asanlıqla sezəcəksiniz. Evli və ya ciddi münasibəti olan buğalar üçün evinizdə hüzur və komfort yaratmaq istəyi pik həddə çatacaq. Partnyorunuzla birlikdə ev üçün alış-veriş etmək və ya sadəcə evdə dadlı bir şam yeməyi hazırlamaq aranızdakı bağları möhkəmləndirəcək. Bugün kiçik sürprizlər və ya toxunuşlarla sevginizi ifadə etmək üçün əla fürsətdir. Münasibətinizdə bəzən inadkar ola bilirsiniz, lakin bugün güzəştə getmək sizə heç vaxt olmadığı qədər asan gələcək. Ortaq hədəflər, məsələn, ortaq bir yatırım və ya gələcək ev planı haqqında danışmaq hər iki tərəfə dərin bir güvən hissi bəxş edəcək. Ehtiras bugün sakit bir dəniz kimi dərindir və bu derinlik sizi bir-birinizə daha çox bağlayacaq. Sosial münasibətlərinizdə bugün keyfiyyət kəmiyyətdən üstündür prinsipi hökm sürür. Geniş kütlələr içində olmaqdansa bir neçə etibarlı və sadiq dostla vaxt keçirməyə üstünlük verəcəksiniz. Dostlarınız sizin məsləhətlərinizə və məntiqli mülahizələrinizə böyük ehtiyac duyacaqlar. Əgər yaxın çevrənizdə kiminləsə aranızda soyuqluq varsa, bugün həmin məsələni sivil və sakit şəkildə həll etmək üçün ən yaxşı zamandır. Sosial çevrənizdə dürüstlüyünüz və sözünüzün üstündə durmağınızla seçiləcəksiniz. Ola bilsin ki, köhnə bir dostunuz sizə maraqlı bir iş təklifi və ya əməkdaşlıq ideyası ilə müraciət etsin. Bugün qatılacağınız hər hansı bir sosial toplantıda diqqət mərkəzində olmasanız da insanların ən çox güvəndiyi şəxs olaraq qalacaqsınız. Yardımsevərliyiniz bugün qarşılıqsız qalmayacaq, siz birinə dəstək olduqca, kainat da sizin işlərinizi asanlaşdıracaq. Yeni tanışlıqlar olarsa, həmin insanların həyat təcrübəsindən nəsə öyrənməyə çalışın. İnsanlarla münasibətdə emosional sərhədlərinizi qorumağınız, daxili hüzurunuzu saxlamağınız üçün vacibdir. Karyera pillələrində bugün nizam-intizam və konkretlik ön plandadır. Buğa bürcü üçün iş həyatında yarımçıq qalmış layihələri tamamlamaq və gələcək strategiyaları kağıza tökmək üçün ideal gündür. Sizin işə olan ciddi və məsuliyyətli yanaşmanız rəhbərliyin diqqətindən qaçmayacaq. Əgər bir komanda daxilində çalışırsınızsa, nizamlayıcı rolunu siz boynunuza alacaqsınız. Yaradıcılıq tələb edən işlərlə məşğul olan buğalar üçün estetik zövqün yüksək olduğu bir gündür. Dizayn, memarlıq və ya sənət sahəsində qalıcı əsərlər ortaya qoya bilərsiniz. İş yerində yaranan gərginliklərə qarşı sarsılmaz bir qaya kimi duracaqsınız, bu isə kollektivdə sabitliyi təmin edəcək. Yeni bir layihəyə başlamaq istəyirsinizsə, bugün bazar araşdırması etmək və riskləri hesablamaq üçün əladır. Peşəkar sahədə nüfuzunuzun artması üçün daha çox praktik nəticələrə fokuslanın. Boş vədlər vermək sizə görə deyil, ona görə də yalnız edə biləcəyiniz işlərin altına imza atacaqsınız. Bugün qazanılan hər bir kiçik uğur, böyük karyera zirvəsinin bünövrəsini təşkil edəcək. Özünüzə olan inamınızı işinizə yansıtmaqla əvəz edilməz olduğunuzu sübut edəcəksiniz. Maddi məsələlər buğa bürcü üçün həmişə vacibdir, lakin 5 yanvar tarixində maliyyə intuisiyanız xüsusilə itiləşir. Pulla bağlı qərarlarınızda məntiq və soyuqqanlılıq hökm sürəcək. Uzun müddətli yığımlarınız və ya investisiyalarınızla bağlı müsbün lazımsız xərclərdən qaçmaq və büdcə planlaması etmək üçün çox əlverişlidir. Maddi təhlükəsizliyinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz, bəlkə də hobbinizi əlavə gəlir mənbəyinə çevirmək üçün ilk addımı atacaqsınız. Borc vermək və ya böyük məbləğdə borc almaq üçün bir qədər gözləmək daha yaxşı olar. Əmlak və ya torpaq məsələləri ilə bağlı sənədləşmə işləri varsa, bugün həmin işləri nizama salmaq uğur gətirəcək. Alış-veriş edərkən ucuz deyil, keyfiyyətli məhsullara üstünlük verməyiniz sizin xarakterinizə uyğundur və bu əslində qənaətin ən yaxşı formasıdır. Göy üzü maliyyə sabitliyini qorumaq üçün sizə dəstək verir. Qəfil gələn təklifləri dərhal rədd etməyin, lakin onları incələmək üçün özünüzə vaxt tanıyın. Maddi müstəqilliyinizi aparan yol bugün atacağınız kiçik, lakin stabil addımlardan keçir. Bugün fiziki sağlamlığınızda dözümlülük və güc ön plandadır. Boğaz və boyun nahiyəniz həssas ola bilər, ona görə də soyuqdan qorunmaq və səs tellərinizi çox yormamaq tövsiyə olunur. Qidalanma rejiminizə xüsusi diqqət yetirməli olduğunuz bir gündür. Ağır və yağlı yeməklərdən uzaq durmaq həzm sisteminizi rahatladacaq. Psixoloji olaraq özünüzü çox stabil və güclü hiss edirsiniz. Xırda problemlər sizin əhvalınızı pozmağa qadir olmayacaq. Ruhunuzu dinləndirmək üçün evinizdə xoş bir atmosfer yaradın, aromatik yağlardan və ya sakitləşdirici musiqidən istifadə edin.
Torpaqla təmasda olmaq, məsələn, dibçək gülləri ilə məşğul olmaq, stresinizi tamamilə yox edəcək. Gündəlik rituallarınız sizə güvən hissi verir, odur ki, rejiminizi pozmamağa çalışın. Daxili aləminizdə baş verən huzur, xarici görünüşünüzə də yansıyacaq, cildinizin parladığını və enerjinizin təmizləndiyini hiss edəcəksiniz. Özünüzə vaxt ayırmaq, daxili səssizliyinizi dinləmək bugün üçün ən böyük şəfadır. Unutmayın ki, ruh sağlamlığınız fiziki vəziyyətinizin aynasıdır. Günün məsləhəti, səbr sizin ən böyük xəzinənizdir. Onu bugün bir qalxan kimi istifadə edin. Həyatın sizə təqdim etdiyi nemətləri görmək üçün bir anlıq dayanın və şükür edin. Dəyişikliklərdən qorxmayın, lakin öz dəyərlərinizdən də ödün verməyin. Bugün az danış, çox iş gör prinsipini rəhbər tutun. Ətrafınızdakı gürültüyə deyil, daxili səsinizin sükunətinə qulaq asın. Unutmayın ki, ən güclü çınar ağacı belə sakitcə böyüyür. Motivasiya, sən yer üzünün sabitliyi, təbiətin sarsıcısan. Heç bir külək səni yolundan döndərə bilməz. İnandığın dəyərlər sənin mayakındır. 2026 il sənin üçün quruculuq və möhkəmlənmə ilidir. Bugün attığın hər bir addım sənə gələcəkdə sonsuz bir komfort və huzur olaraq geri dönəcək. Sən dəyərlisən və hər şeyin ən yaxşısına layiqsən. Öz potensialına güvən, çünki sənin əllərində hər şey qızıla çevrilmə gücünə malikdir. Bugünü öz əzminlə fəth et. Əkizlər. Bugün əkizlər üçün hava ünsürünün gətirdiyi yüngüllüklə Oğlaq bürcündəki planetlərin ciddiliyi arasında maraqlı bir sintez yaranır. Səhər saatlarında zehniniz bir neçə istiqamətdə eyni anda işləyə bilər, sanki beyninizdə onlarla pəncərə açıqdır. Lakin kainat sizdən bugün bu dağınıqlığı bir kənara qoyub, ən vacib olan faylı tapmağı tələb edir. Ümumi enerjiniz yüksəkdir, lakin bu enerji xarici aləmdən çox daxili analizlərə yönəlib. Həyatınızdakı hadisələri sanki kənardan izləyən bir müşahidəçi kimi hiss edə bilərsiniz. Bu, sizə emosional qərarlardan qaçıb, daha rasional nəticələrə gəlmək üçün nadir bir imkan yaradır. Gün boyu intellektual stimullaşdırma axtarışında olacaqsınız, yeni məlumatlar öyrənmək, maraqlı podkastlar dinləmək və ya qeyri-adi mövzularda müzakirələr aparmaq enerjinizi balansda saxlayacaq. Diqqət yetirməli olduğunuz məqam odur ki, Marsın təsiri sizi bəzən kəskin sözlər deməyə sövq edə bilər. Bugün söz gümüşdürsə, sükut qızıldır prinsipini xatırlamaq, enerjinizi boş mübahisələrə sərf etməmək üçün ən yaxşı yoldur. Axşam saatlarına doğru daxili bir sakitlik və aydınlıq hiss edəcəksiniz. Subay əkizlər üçün, sizin üçün sevgi bugün zehni uyğunluq deməkdir. Kiminsə fiziki görünüşündən çox, onun necə düşündüyü və özünü necə ifadə etdiyi sizi cəlb edəcək. Ola bilsin ki, virtual məkanda və ya intellektual bir mühitdə maraqlı bir söhbət başlasın. Bu şəxs sizin maraq dairənizə tamamilə fərqli bir perspektiv gətirə bilər. Lakin ulduzlar xəbərdarlıq edir, hisslərinizi dərhal sevgi kimi etiketləməyə tələsməyin. Bugün qurulan əlaqələr daha çox dostluq və ya mentorluq zəminində inkişaf edə bilər. Hisslərinizi analiz etmək yerinə onları yaşamağa icazə verin. Evli və ya ciddi münasibəti olan əkizlər üçün münasibətlərdə səmimiyyət və dürüstlük günü sığortalayan əsas amillərdir. Partnyorunuzla aranızda olan kiçik anlaşılmazlıqları aradan qaldırmaq üçün bugün açıq kartlarla oynamaq lazımdır. Bəlkə də uzun müddətdir demək istədiyiniz, lakin uyğun vaxt tapmadığınız ciddi bir mövzunu müzakirə etməyin vaxtıdır. Venera sizə bu söhbəti mübahisəyə deyil, dərin bir yaxınlığa çevirmək üçün lazım olan diplomatik dili bəxş edir. Birgə gələcək planları qurmaq, məsələn, ortaq bir hobbiyə başlamaq və ya səyahət planlaşdırmaq aranızdakı ehtirası yenidən alovlandıra bilər. Qarşı tərəfin ehtiyaclarını dinləmək, sadəcə cavab vermək üçün deyil, anlamaq üçün dinləmək bugün münasibətinizin açarıdır. Bugün sosial çevrənizdə bir növ informasiya mərkəzi rolunu oynayacaqsınız. Dostlarınızdan gələn xəbərlər, qrup yazışmalarındakı aktivlik sizi gün boyu məşğul edə bilər. Lakin əkizlər üçün bugün hər kəslə ünsiyyətdə olmaq deyil, həqiqətən sizə dəyər qatan insanlarla bir arada olmaq vacibdir. Ola bilsin ki, köhnə bir dostunuzla görüşüb keçmişi deyil, məhz gələcəkdə birlikdə edə biləcəyiniz layihələri müzakirə edəsiniz. Sosial çevrənizdə bəzi ələmə prosesləri baş verə bilər, kimlərin sizin enerjinizi sorub apardığını, kimlərin isə sizə ilham verdiyini aydın şəkildə görəcəksiniz. Dedikodulardan və lazımsız informasiya kirliliyindən uzaq durmağa çalışın. Bugün yeni insanlarla tanışlıq üçün olduqca şanslı bir gündür, lakin bu tanışlıqların dərhal dərinləşməsini gözləməyin. İnsanlara qarşı səbirli və anlayışlı olmağınız sizin nüfuzunuzu artıracaq.
Ətrafınızda baş verən hadisələrə verdiyiniz çevik reaksiyalar və maraqlı şərhlər sizi kollektivin sevimlisinə çevirəcək. Sosial enerjinizi axşam saatlarında daha sakit və səmimi bir mühitə daşımaq ruhunuza yaxşı təsir edəcək. Karyera sahəsində 5 yanvar sizin üçün detalların günüdür. Böyük layihələrdən çox, həmin layihələrin incəlikləri, sənədləşmə işləri və ya texniki tərəfləri ilə məşğul olmalı ola bilərsiniz. Merkurinin dəstəyi ilə yazı pozu işlərində, təqdimatlarda və danışıqlarda mükəmməl nəticələr əldə edəcəksiniz. Əgər yaradıcı sahədə çalışırsınızsa, bugün gələn ideyaları mütləq qeyd edin, çünki onlar çox orijinal və tətbiq olunandır. İş yerində rəhbərliklə və ya tərəfdaşlarla olan dialoqlarda öz fikirlərinizi aydın və qısa şəkildə ifadə etməyiniz qiymətləndiriləcək. Çoxdan təxirə salınmış bir e-poçta cavab vermək və ya yarımçıq qalmış bir hesabatı tamamlamaq üçün ideal zamandır. Biraz ehtiyatlı olmalı olduğunuz məqam, iş yoldaşlarınızın məsuliyyətsizliyini öz üzərinizə götürməməkdir. Sizin çox şaxəli bacarıqlarınızdan istifadə etmək istəyənlər ola bilər, lakin öz hədəflərinizdən yayınmayın. Strategiyanızı qurarkən uzaq perspektivləri nəzərə alın. Bugün atılan peşəkar addımlar fevral ayında öz bəhrəsini verəcək. Əgər yeni bir iş təklifi almısınızsa, onu dərhal qəbul etmək əvəzinə bütün minus və plusları tərəziyə qoyun. Maliyyə sahəsində əkslər üçün bugün analiz və qənaət şüarı altında keçir. 2026-cı ilin bu ilk günlərində büdcənizi yenidən nəzərdən keçirmək ehtiyacı hiss edə bilərsiniz. Abunəliklər, lazımsız xərclər və ya unudulmuş borclar gündəmə gələ bilər. Ulduzlar tövsiyə edir ki, bu qabil əlverişlərdən və ya riskli investisiyalardan qaçasınız. Xüsusilə texnoloji avadanlıqlar alarkən 2 qat diqqətli olun, detalları yoxlayın. Gəlirlərinizdə bir sabitlik var, lakin Yupiterin mövqeyi sizə pulları daha ağıllı idarə etməyi öyrədir. Bəlkə də gələcək üçün bir təhsil fondu və ya səyahət fondu yaratmağın vaxtıdır. Pul məsələlərində intuisiyanıza deyil, rəqəmlərə güvənin. Əgər kimdənsə borc gözləyirsinizsə, bugün həmin xəbər gecikə bilər, narahat olmayın. Özünüzə olan inamınızı maddi vəziyyətinizlə ölçməyin, sizin əsl sərvətiniz intellektinizdir. Günün ikinci yarısında kiçik, lakin xoş bir maddi qazanc və ya hədiyyə gözlənilə bilər. Bu, sizin keçmişdə göstərdiyiniz bir xidmətin qarşılığı ola bilər. Maliyyə sənədlərini imzalayarkən hüquqi tərəfləri dəfələrlə oxumağı unutmayın. Sağlamlıq baxımından bugün ən çox diqqət yetirməli olduğunuz yer sinir sisteminizdir. Zehni aktivliyiniz o qədər yüksəkdir ki, bu fiziki yorğunluğa və ya yuxusuzluğa səbəb ola bilər. Beyninizi söndürməyi öyrənməlisiniz. Axşam saatlarında rəqəmsal detoks, telefondan və kompüterdən uzaq durmaq etmək sizə möcüzəvi təsir göstərəcək. Nəfəs məşqləri və ya yüngül yoga hərəkətləri bədəninizdəki gərginliyi götürə bilər. Ağciyərləriniz və qollarınız bugün biraz həssas ola bilər, ona görə də təmiz havada gəzərkən düzgün geyinməyə diqqət edin. Psixoloji olaraq özünüzü bəzən ikili hisslər içində tapa bilərsiniz, bir tərəfdən hər şeyi dəyişmək istəyi, digər tərəfdən isə məsuliyyət hissi. Bu daxili dialoqu sakitləşdirmək üçün düşüncələrinizi kağıza köçürmək, journaling sizə çox kömək edəcək. Özünüzə qarşı tənqidi olmayın. Bugün özünüzü hər şeydə mükəmməl olmağa məcbur etmək əvəzinə kiçik irəliləyişlərinizlə fəxr edin. Mental sağlamlığınız üçün bugün özünüzə hər şeyi bilmək və ya həll etmək məcburiyyətində deyiləm deməyi öyrənin. Günün məsləhəti, bugün informasiya selində boğulmamaq üçün filtr qoyun. Hər deyilən sözə inanmayın və hər mövzuya rəy bildirmək məcburiyyətində hiss etməyin. Ən böyük gücünüz sual vermək qabiliyyətinizdir, lakin bəzən cavablar səssizlikdə gizlənir. Bugün enerjinizi nə və necə suallarından çox niyə sualına yönəldin. Həyatınızdakı prioritetləri müəyyənləşdirin və onlara sadiq qalın. Kiçik detallarda boğulub böyük şəkli itirməyin. Motivasiya, sən kainatın ən sürətli və ən maraqlı zehninə sahibsən. Sənin adaptasiya qabiliyyətin hər hansı çətinliyi bir fürsətə çevirə bilər. Bugün dünya sənin ideyalarına və parıltına ehtiyac duyur. 2026-cı il sənin üçün sadəcə bir il deyil, özünü yenidən kəşf etmə platformasıdır. Mən bacarmaram sözünü lüğətindən sil, çünki sən eyni anda həm öyrənən, həm də öyrədənsən. Qanadlarını aç və daxili marağının səni hara aparacağına icazə ver. Sən bir möcüzəsən və bugün sənin parlamağın üçün növbəti bir səhnədir. Xərçəng. Bugün kainat sizə öz mərkəzinə qayıt deyir. Xərçənglər üçün 5 yanvar enerjisi daxili instinktlərin kəskinləşdiyi və ətrafdakı insanların emosional vəziyyətini bir radar kimi tutduğu bir gündür.
Səhər saatlarından etibarən özünüzü bir qədər mühafizəkar və ehtiyatlı hiss edə bilərsiniz. Bu, ulduzların sizi lazımsız xarici təsirlərdən qorumaq üçün yaratdığı təbii bir qalxandır. Günün enerjisi sizi keçmişdə qalan məsələləri tamamilə həll edib önünüzə baxmağa təşviq edir. Neptun və Ay arasındakı müsbət bucaq sizə qeyri-adi bir təxəyyül və yaradıcı ilham bəxş edir. Bugün məntiqlə deyil, daha çox ürəyinizin səsi ilə hərəkət etmək sizə ən doğru qapıları açacaq. Enerjinizi başqalarına qayğı göstərmək və özünüzü təhlükəsizlikdə hiss etmək üçün istifadə edəcəksiniz. Gərginlikdən uzaq durmaq üçün daxili aləminizə çəkilmək istəyiniz təbiidir və bu, sizə lazım olan ruhsal yenilənməni verəcəkdir. Günün sonunda özünüzü daha yetkin, daha dözümlü və nə istədiyini bilən bir fərd kimi hiss edəcəksiniz. Subay xərçənglər üçün, bugün eşq həyatınızda nostalji küləklər əsə bilər. Keçmişdən gələn bir xəbər və ya köhnə bir xatirə sizi xəyallara daldıra bilər. Lakin ulduzlar sizi indi də qalmağa çağırır. Yeni tanışlıqlar üçün emosional dərinlik ən vacib şərtdir. Əgər kiminləsə ünsiyyətə başlasanız, həmin insanın sizin ailə dəyərlərinizə nə qədər hörmət etdiyinə diqqət yetirəcəksiniz. Sizin sirli və bir qədər utancaq tərəfiniz bugün qarşı tərəf üçün çox cazibədar görünəcək. Evli və ya ciddi münasibəti olan xərçənglər üçün eviniz sizin məbədinizdir və bugün həmin məbədi daha da isitmək istəyəcəksiniz. Partnyorunuzla olan münasibətlərdə sözsüz anlaşma dövrüdür. Bir-birinizin gözlərinə baxaraq çox şeyi həll edə bilərsiniz. Əgər aranızda inciklik varsa, bugün səmimi bir etiraf və ya kiçik bir qayğı jesti bütün buzları əridəcək. Birgə yemək bişirmək və ya evlə bağlı gələcək planlar qurmaq aranızdakı bağları daha da dərinləşdirəcək. Sizə xas olan anaç-ataç qayğıkeşliyi bugün münasibətinizi daha təhlükəsiz bir limana çevirəcək. Hisslərinizi boğmayın, qarşı tərəfə ona nə qədər ehtiyacınız olduğunu bildirməkdən çəkinməyin. Sosial çevrənizdə bugün etibarlı liman rolunu siz oynayacaqsınız. Dostlarınızın problemlərini dinləmək, onlara mənəvi dəstək olmaq üçün vaxt ayıracaqsınız. Lakin diqqətli olun, özünüzü bir emosional süngər kimi hiss edib, başqalarının negativini üzərinizə çəkməyin. Sosial dairənizdə kəmiyyət deyil, keyfiyyət önəmlidir. Bir neçə köhnə və sadiq dostla keçirilən zaman sizə böyük bir kütlədən daha çox zövq verəcək. Ola bilsin ki, uzun müddətdir görmədiyiniz bir qohumunuzdan və ya yaxın dostunuzdan xoş bir sürpriz alasınız. Sosial fəallıq bugün sizin üçün daxili dünyanızı paylaşmaq deməkdir. Kiməsə kömək etmək istəyiniz səmimidir və bu, ətrafınızdakı insanların sizə olan hörmətini daha da artıracaq. Yeni mühitlərə girməkdə biraz tərəddüd edə bilərsiniz, lakin intuisiyanız sizi kimə güvənib güvənməyəcəyiniz barədə dəqiq xəbərdar edəcək. Səmimiyyətin olmadığı yerdə qalmaq istəməyəcəksiniz və bu, enerjinizi qorumaq üçün ən doğru addımdır. İş həyatında bugün strateji geri çəkilmə və ya dərindən analiz günüdür. Yeni layihələrə başlamaqdan ziyada mövcud işləri kökündən sağlamlaşdırmaq və detalları cilalamaq sizin üçün daha faydalı olacaq. Əməkdaşlıq etdiyiniz insanlarla münasibətdə empatiya qurmağınız işlərin daha sürətli getməsinə şərait yaradacaq. Əgər rəhbər vəzifədəsinizsə, işçilərinizin ehtiyaclarına həssaslıqla yanaşmağınız sizin nüfuzunuzu gücləndirəcək. İntuisiyanız iş dünyasındakı rəqabəti və pərdəarxası oyunları sezməkdə sizə kömək edəcək, buna görə də riskli addımlardan qaçacaqsınız. Yaradıcılıq və dizayn işləri ilə məşğul olan xərçənglər üçün 5 yanvar çox məhsuldar bir gündür. Hisslərinizi işinizə yansıtmaqla qalıcı uğurlar qazana bilərsiniz. İş mühitində özünüzü komfortda hiss etmək istəyəcəksiniz. Bəlkə də masanızda bir dəyişiklik etmək və ya bir bitki qoymaq iş motivasiyanızı artıracaq. Unutmayın ki, sizin ən böyük iş bacarığınız təkcə zəkanız deyil, həm də hadisələri hiss etmə qabiliyyətinizdir. Maliyyə sahəsində bugün təhlükəsizlik hissi hər şeydən öndə gəlir. Gələcəyinizi sığortalamaq üçün büdcənizdə müəyyən bir nizamlama etmək istəyəcəksiniz. Xərçənglər pul yığmağı və onu qorumağı bacaran bürclərdəndir və bugün həmin bacarığınız xüsusilə işə yarayacaq. Ailə mülkiyyəti, miras və ya ortaq qazanclarla bağlı mövzular gündəmə gələ bilər. Əgər evinizdə təmir və ya bəzək işləri planlaşdırırsınızsa, xərcləri qabaqcadan hesablamaq sizi gələcək stresslərdən qoruyacaq. Bugün riskli maliyyə əməliyyatlarından, qumardan və ya tanımadığınız insanlara borc verməkdən uzaq durmalısınız. Maddi durumunuzda kiçik bir artım və ya köhnə bir yatırımdan qışveriş edərkən daha çox eviniz üçün faydalı və uzunömürlü əşyalara üstünlük verəcəksiniz. Pulun sizin üçün sadəcə bir kağız deyil, sevdiklərinizi qorumaq üçün bir vasitə olduğunu bir daha anlayacaqsınız.
Göy üzü maliyyə məsələlərində ehtiyatlı, lakin stabil bir gedişat vəd edir. Sağlamlıq baxımından bugün ən həssas nöqtəniz mədəniz və həzm sisteminizdir. Emosional gərginlik yaşadığınız zaman bunun birbaşa fiziki vəziyyətinizə təsir etdiyini bilməlisiniz. Yüngül qidalara üstünlük vermək və bitki çayları içmək sizi rahatladacaq. Psixoloji olaraq özünüzü bir qədər həssas və kövrək hiss edə bilərsiniz. Bu, ruhunuzun bir növ təmizlənmə prosesidir. Ağlamaq və ya hisslərinizi bölüşmək zəiflik deyil, əksinə bir rahatlamadır. Su ilə təmasda olmaq, məsələn, uzun bir duş qəbul etmək və ya dəniz kənarında gəzmək, sizin negativ enerjinizi tamamilə yuyub aparacaq. Yuxu rejiminə diqqət yetirin, çünki bugün rəngli və mesaj dolu yuxular görə bilərsiniz. Daxili dünyanızdakı hüzuru qorumaq üçün meditasiya və ya dua etmək sizə çox yaxşı təsir edəcək. Unutmayın ki, siz başqalarına qayğı göstərdiyiniz qədər, özünüzə də qayğı göstərməyə layiqsiniz. Özünüzü sevmək bugünün ən böyük şəfasıdır. Günün məsləhəti, öz daxili qınına çəkilmək sənin üçün bir zəiflik deyil, güc toplamaq üsuludur. Başqalarının problemlərini çiynində daşımağı dayandır və bugün sadəcə öz ruhunun ehtiyaclarına qulaq as. Sən hər kəsi xoşbəxt edə bilməzsən, amma özünü xoşbəxt etmək sənin vəzifəndir. Keçmişin kölgəsindən çıx və gələcəyin parlaq işığına doğru addımla. İntuisiyan sənin ən sadiq bələdçindir, ona etibar et. Motivasiya, sən kainatın ən dərin və ən şəfalı duyğularına sahibsən. Sənin şəfqətin dünyanı dəyişdirə bilər. 2026-cı il sənin üçün emosional böyümə və ruhsal oyanış ilidir. Mən güclüyəm və özümü qoruya bilirəm sözlərini özünə xatırlat. Sən bir inci kimisən, dəyərin daxilində gizlənib və yalnız doğru insanlar həmin parlaqlığı görməyə layiqdir. Bugünü özünə hədiyyə et və ruhunun çiçəklənməsinə icazə ver. Sən sevgi və hüzur üçün doğulmusan. Şiir. Bugün daxili ateşinizin sönməz bir məşəl kimi parladığını hiss edəcəksiniz. Şirlər üçün 5 yanvar enerjisi, mən buradayam və mən hazıram demək günüdür. Kainatın sizin üçün hazırladığı ssenaridə bugün başroldasınız. Planetlərin düzülüşü sizin özünə inamınızı artırır və qərar qəbul etmə prosesinizi sürətləndirir. Lakin bu yüksək enerji sadəcə nümayişkarlıq üçün deyil, o, həm də mühüm işlərin sonuna çatdırılması üçün bir yanacaqdır. Günün ilk yarısında bir qədər avtoritar tonda ola bilərsiniz, lakin bu, ətrafınızdakı xaosu nizama salmaq istəyinizdən irəli gəlir. Ulduzlar tövsiyə edir ki, bu güclü enerjini idman, yaradıcı layihələr və ya mühüm iş danışıqları kimi konkret nəticə verəcək sahələrə yönəldəsiniz. Sizin xarizmanız bugün təkcə heyranlıq deyil, həm də hörmət doğuracaq. Daxili aləminizdə bir növ kral sakitliyi hiss edəcəksiniz. Hər şeyin nəzarət altında olduğunu bilmək sizə əlavə bir rahatlıq verəcək. Günün sonunda özünüzü mühüm bir zirvəni fəth etmiş kimi hiss edə bilərsiniz. Subay şirlər üçün, bugün eşq həyatınızda parlaq bir səhifə açıla bilər. Sizin təbii maqnetizminiz ətrafdakıların diqqətini dərhal çəkir. Ola bilsin ki, maraqlı bir tədbirdə və ya iş mühitində sizin intellektinizə və duruşunuza valih olan biri ilə tanış olasınız. Sizin üçün sevgi bugün bir növ oyun və macəra kimidir, flört etməkdən və komplimentlərdən zövq alacaqsınız. Lakin həqiqi bir bağ qurmaq istəyirsinizsə, qürurunuzu bir kənara qoyub səmimi tərəfinizi göstərməkdən çəkinməyin. Evli və ya ciddi münasibəti olan şirlər üçün, partnyorunuzla olan münasibətlərdə səxavətiniz və qayğınızla seçiləcəksiniz. Sevdiyiniz insanı sevindirmək üçün böyük jestlər etmək və ya ona olan sevginizi hər kəsin içində ifadə etmək istəyə bilərsiniz. Lakin unutmayın ki, bəzən ən böyük sevgi ehtiyac duyulduqda sadəcə orada olmaqdır. Aranızda olan kiçik hakimiyyət mübarizələrinə son qoymaq üçün bugün mükəmməl andır. Partnyorunuzun uğurlarını qeyd etmək və ona dəstək olmaq münasibətinizdəki balansı bərpa edəcək. Ehtiras bugün bir alov kimi yüksəkdir, birgə keçiriləcək axşam saatları münasibətinizi daha da isidəcək və aranızdakı güvəni yeniləyəcək. Sosial mühitdə siz təbii bir günəş rolundasınız. Ətrafınızdakılar sizin istinizə və işığınızın cazibəsinə toplaşırlar. Dostlarınızın məclislərində sözü keçən, məsləhəti alınan şəxs siz olacaqsınız. Ola bilsin ki, bir dostunuzun çətin anında ona həm mənəvi, həm də praktiki kömək edəsiniz. Lakin diqqətli olun, hər kəsin diqqət mərkəzində olmaq istəyi bəzən başqalarının sözünü kəsməyinizə və ya yalnız özünüzdən danışmağınıza səbəb ola bilər. Dinləməyi bacarmaq bugün sizin dostluq bağlarınızı daha da dərinləşdirəcək. Sosial çevrənizdə nüfuzlu insanlarla qarşılaşa bilərsiniz və bu görüşlər gələcəkdə sizin üçün yeni qapılar aça bilər.
Bir qrup fəaliyyətinə liderlik etmək və ya bir tədbir təşkil etmək üçün təklif ala bilərsiniz. Səmimiyyətiniz və ədalətli yanaşmanız sizi hər kəsin etibarlı dostuna çevirəcək. Bugün köhnə inciklikləri böyüklük göstərərək bağışlamaq üçün də əla zamandır. Sizin alicənablığınız qarşı tərəfi heyran qoyacaq. Karyera sahəsində bugün sizin parlama gününüzdür. İş yerində irəli sürdüyünüz cəsarətli ideyalar və ya nümayiş etdirdiyiniz idarəçilik qabiliyyəti üst rəhbərliyin xüsusi diqqətini çəkəcək. Şirlər üçün 5 yanvar çətin tapşırıqların öhdəsindən asanlıqla gəlmək və rəqibləri geridə qoymaq deməkdir. Təqdimatlar, görüşlər və ya yeni müqavilələrin müzakirəsi üçün ulduzlar sizi tam dəstəkləyir. Özünüzü ifadə edərkən istifadə etdiyiniz professional dil və qətiyyətli duruşunuz qarşı tərəfdə şübhə yeri qoymayacaq. Əgər yaradıcı bir sənətlə məşğul olursunuzsa, bugün ilhamınızın coşduğu və şah əsəri səviyyəsində işlər çıxara biləcəyiniz bir gündür. Lakin komanda daxilində çalışarkən başqalarının əməyini də təqdir etməyi unutmayın. Uğuru paylaşmaq sizin liderlik keyfiyyətinizi daha da ucaldır. İş həyatında ambisiyalarınızın arxasınca gedərkən strateji tərəfdaşlıqları qorumağa çalışın. Bugün atılan peşəkar addımlar 2026 ilin ortalarında sizə böyük bir vəzifə artımı və ya status dəyişikliyi kimi geri dönəcək. Maliyyə məsələlərində bugün özünüzü çox güclü və şanslı hiss edə bilərsiniz. Şirlər dəbdəbəni və keyfiyyəti sevirlər, bugün isə özünüzə və ya sevdiklərinizə dəyərli bir hədiyyə almaq istəyi yarana bilər. Lakin ulduzlar xəbərdarlıq edir, maliyyə axınını idarə edərkən ehtiraslara deyil, hesaba güvənin. Gözlənilməz bir yerdən, bəlkə köhnə bir layihədən və ya bir mükafat şəklində əlavə gəlir əldə etmək ehtimalınız var. İnvestisiya etmək niyyətindəsinizsə, xüsusilə dəyərli metallar və ya mülkiyyətlə bağlı sahələri nəzərdən keçirə bilərsiniz. Maddi vəziyyətinizdəki stabil artım sizə gələcəyə daha inamla baxmağa imkan verir. Lakin pul xərcləyərkən sadəcə göstəriş naminə deyil, həqiqətən faydalı olanlara yönəlin. Bugün maliyyə sənədlərini nəzərdən keçirmək və gələcək aylar üçün büdcə planlaması etmək sizi daha sonra yarana biləcək kiçik sıxıntılardan qoruyacaq. Sizin pulu gətirər fəlsəfəniz bugün işləyəcək. Kifayətdir ki, fürsətləri zamanında görəsiniz. Sağlamlıq baxımından özünüzü çox enerjili və dözümlü hiss edəcəksiniz. Şirlərin ən həssas nöqtəsi olan ürək və onurğa sütununa diqqət yetirmək lazımdır. Həddindən artıq fiziki yükdən qaçın, lakin müntəzəm hərəkətdə olun. Bugün qamüc verəcək. Psixoloji olaraq özünüzü yenilməz hiss edə bilərsiniz, lakin bu yüksək enerji axşam saatlarında yorğunluğa səbəb ola bilər. Özünüzə vaxt ayırın, bəlkə də lüks bir spa proseduru və ya sakitləşdirici bir masaj sizin ruhunuza çox yaxşı təsir edərdi. Daxili dünyanızda hər şeyin qaydasında olması xarici görünüşünüzə də yansıyacaq. Sizin ən böyük dərmanınız sevinç və təqdir olunmaqdır. Bugün ətrafınızdan gələn müsbət rəylər sağlamlığınızı daha da möhkəmləndirəcək. Qaranlıq düşüncələrdən uzaq durun, çünki sizin təbiətiniz işığa meyillidir. Günün sonunda biraz tənhalığa çəkilib daxili günəşinizi necə daha da parlaq edəcəyinizi düşünmək sizə mental aydınlıq verəcək. Günün məsləhəti: hər kəs sənin işığına heyran ola bilər, amma sən həmin işığı necə idarə edəcəyini seçməlisən. Bugün qürurunun səni idarə etməsinə icazə vermə, əksinə sən qürurunu bir ləyaqət nişanəsi kimi daşı. Başqalarına qarşı göstərdiyin alicənablıq əslində sənin ən böyük gücündür. Unutma ki, həqiqi lider özünü deyil, ətrafındakiləri ucaldan şəxsdir. Dinləməyi öyrən, çünki ən böyük sirlər pıçıltılarda gizlənir. Motivasiya: sən meşənin kralı, kainatın ən parlaq ulduzusan. Sənin daxilindəki güc qarşısında heç bir maneə dayana bilməz. 2026 il sənin öz səltənətini qurduğun il olacaq. Mən bacararam və mən layiqəm sözlərini şüarın et. Sənin cəsarətin qorxunu yox etmir, onu ram edir. Qalx və bugünü öz ehtirasınla rənglə. Dünya sənin kükrəyişini deyil, sənin yaradıcı toxunuşunu gözləyir. Sən qalib gəlmək üçün doğulmusan. Qız, bugün kainat sizə xaosdan nizam yarat tapşırığını verir. Qız bürcü olaraq 5 yanvarın enerjisi daxili filtrinizin ən dəqiq şəkildə çalışdığı bir dövrdür. Səhər saatlarından etibarən ətrafınızdakı ən kiçik uyğunsuzluqları belə hiss edəcək və onları düzəltmək üçün daxili bir motivasiya tapacaqsınız. Planetlərin düzülüşü sizin zehni dözümlülüyünüzü artırır, bu da mürəkkəb məsələləri hissələrə bölərək həll etməyə şərait yaradır. Bugün enerjiniz emosional deyil, daha çox praktik və məntiqlidir. Sizə xas olan tənqidi yanaşmaq bugün mənfi bir xüsusiyyət deyil, əksinə səhvləri önləyən bir sığorta rolunu oynayacaq.
Günün enerjisi sizi həm də öz daxili sisteminizi optimallaşdırmağa sövq edir. Bəlkə də yeni bir gündəlik rejim və ya iş planı qurmağın vaxtıdır. Göy üzü sizə deyir ki, böyük uğurlar xırda detalların düzgün idarə olunmasından keçir. Axşam saatlarına doğru zehni yorğunluq hiss edə bilərsiniz, lakin görülən işlərin nəticəsi sizə böyük bir daxili məmnunluq bəxş edəcək. Subay qızlar üçün, bugün sevgi həyatınızda realizm ön plandadır. Siz boş vədlər və ya həddindən artıq romantik xəyallar yerinə qarşınızdakı insanın dürüstlüyünə və həyat tərzinə diqqət yetirəcəksiniz. Ola bilsin ki, maraq dairənizə uyğun bir kursda, kitabxanada və ya intellektual bir müzakirə zamanı biri ilə tanış olasınız. Sizin üçün sevgi bugün bir-birini təkmilləşdirmək deməkdir. Kiməsə kömək edərkən və ya məsləhət verərkən aranızda gözlənilməz bir qığılcım yarana bilər. Evli və ya ciddi münasibəti olan qızlar üçün münasibətlərdə praktik sevgi dilini istifadə edəcəksiniz. Partnyorunuza olan hisslərinizi böyük sözlərlə deyil, onun həyatını asanlaşdıran kiçik jestlərlə, bəlkə onun üçün vacib olan bir işi həll etməklə və ya evdə nizam yaratmaqla göstərəcəksiniz. Aranızda olan fikir ayrılıqlarını həll etmək üçün bugün mükəmməl bir məntiqi zəmin var. Söhbətləriniz daha çox gələcək investisiyalar, sağlamlıq planları və ya ailə büdcəsi ətrafında dönə bilər. Partnyorunuzun sizə olan ehtiyacını hiss etmək sizi mənəvi olaraq qidalandıracaq. Lakin diqqətli olun, qarşı tərəfi tənqid edərkən mükəmməllik tələbinizi biraz yumşaldın. Sevgidə qüsurları qəbul etmək əslində münasibəti daha da möhkəmləndirən ən böyük addımdır. Sosial münasibətlərinizdə bugün etibarlı müşavir statusundasınız. Dostlarınız sizə sadəcə dərdləşmək üçün deyil, konkret çıxış yolları tapmaq üçün müraciət edəcəklər. Sizin analiz qabiliyyətiniz başqalarının görmədiyi detalları ortaya çıxaracaq. Sosial çevrənizdə səmərəsiz və vaxt aparan görüşlərdən qaçacaqsınız. Ola bilsin ki, peşəkar bir qrupa daxil olmaq və ya həmfikir insanların toplandığı bir cəmiyyətdə aktivlik göstərmək üçün təklif alasınız. Bugün qurulan dostluqlar daha çox intellektual zəmində olacaq. Dostlarınızla birgə bir layihə üzərində düşünmək və ya bir-birinizə yeni kitablar, mənbələr tövsiyə etmək üçün əla gündür. Kiminsə haqsızlığa uğradığını görsəniz, ədaləti bərpa etmək üçün məntiqli arqumentlərinizlə çıxış edəcəksiniz. Lakin sosial mühitdə hər şeyi düzəltmək məsuliyyətini öz üzərinizə götürməyin, bəzən insanların səhv etməsinə icazə vermək də bir dəstəkdir. Axşam saatlarında yalnız qalmaq və ya yalnız ən yaxın bir dostla sakit bir söhbət etmək sizə daha çox hüzur verəcək. İş həyatında bugün sizin məhsuldarlıq zirvənizdir. 5 yanvar tarixində qız bürcləri üçün heç bir detal nəzərdən qaçmayacaq. Hesabatlar hazırlamaq, məlumatları analiz etmək və ya uzun müddətli arxivləşdirmə işləri üçün ulduzlar sizi dəstəkləyir. İş yerində rəhbərliyin həll edə bilmədiyi düyünləri məhz sizin diqqətli yanaşmanız aça bilər. Əgər yeni bir iş axtarışındasınızsa, fikrinizi yeniləmək və ya peşəkar portfolyonuzu cilalamaq üçün bugündən səmərəli vaxt yoxdur. Sizin işə olan metodik yanaşmanız həmkarlarınız arasında heyranlıq yaradacaq. Bugün həm də yeni bir bacarıq öyrənmək və ya mövcud biliyinizi dərinləşdirmək üçün müraciət etmək olar. Karyeranızda yüksəliş bugün atacağınız kiçik, lakin səhvsiz addımlardan asılıdır. Diqqət yetirməli olduğunuz yeganə məqam, detallarda boğulub işin bitmə vaxtını gecikdirməməkdir. Yaxşı, mükəmməlin düşmənidir prinsipini unutmayın. Bəzən işi sadəcə tamamlamaq, onu sonsuzadək cilalamaqdan daha vacibdir. Professional sahədə nüfuzunuzun artacağı bir gündür. Maliyyə məsələlərində qız bürcləri üçün bugün dəqiq hesab günüdür. Büdcənizi qəpik-qəpik hesablamaq, gəlir-çıxar balansını çıxarmaq üçün daxili bir ehtiyac hiss edəcəksiniz. 2026 ilin maliyyə hədəflərini müəyyənləşdirmək üçün əla zamandır. Pul xərcləyərkən yalnız lazımlı və funksional olanlara üstünlük verəcəksiniz. Ulduzlar deyir ki, bugün böyük risklərə girmək əvəzinə mövcud vəsaitləri qorumaq və onları səmərəli bölüşdürmək daha xeyirlidir. Əgər vergi, sığorta və ya bank işləriniz varsa, onları nizama salmaq üçün bugünün enerjisindən yararlanın. Ola bilsin ki, köhnə bir qənaətiniz və ya unutduğunuz bir hesabınız sizə gözlənilməz kiçik bir dəstək olsun. Satın alacağınız əşyaların texniki göstəricilərini dərindən araşdıracaqsınız və bu, sizi gələcəkdəki boş xərclərdən qoruyacaq. Maddi durumunuzda sabitlik var, lakin bu sabitliyi qorumaq üçün intizamlı olmağa davam etməlisiniz. İnvestisiya məsələlərində yalnız sübut olunmuş və aşağı riskli sahələrə yönəlmək sizin üçün daha uyğundur. Sağlamlıq sahəsində bugün diqqətiniz birbaşa profilaktika üzərində olacaq. Özünüzü necə hiss etdiyinizi dinləyəcək və bədəninizin verdiyi siqnallara həssaslıqla yanaşacaqsınız.
Həzm sistemi sizin ən zəif nöqtəniz ola bilər, buna görə də qidanın tərkibinə və təmizliyinə xüsusi önəm verin. Psixoloji olaraq nizam yaratmaq sizi sakitləşdirir, əgər evinizdə və ya iş masanızda dağınıqlıq varsa, onu yığışdırmaq mental olaraq da təmizlənməyinizə kömək edəcək. Bugün yuxu rejimini tənzimləmək və bədəni toksinlərdən təmizləyən detoks çaylarına üstünlük vermək olar. Zehni gərginliyi azaltmaq üçün beyin boşaltma ritm metodundan istifadə edin. Bütün qayğılarınızı bir kağıza yazın. Sizin ən böyük stres mənbəyiniz hər şeyin mükəmməl olması istəyidir. Bugün özünüzə biraz daha yumşaq davranmağı və hər şeyi kontrol edə bilməyəcəyinizi qəbul etməyi öyrənin. Təmiz havada qısa, lakin sistemli yürüyüşlər sizin həm fiziki, həm də mənəvi tarazlığınızı bərpa edəcək. Günün məsləhəti: bugün dünyanı deyil, sadəcə öz işini və öz sahəni düzəltməyə fokuslan. Detalların içində itməmək üçün tez-tez böyük mənzərəyə baxmağı xatırla. Hər kəsə yardım etmək sənin gözəl tərəfindir, amma öz ehtiyaclarını siyahının ən sonuna qoyma. Analiz et, amma qərar verməkdən qorxma. Bəzən ən yaxşı nəticə sadəcə hərəkətə keçməkdir. Motivasiya: sən kainatın nizamı, həyatın səmərəlilik mənbəyisən. Sənin zəkan və əməyin olmasa, ən parlaq ideyalar belə xəyal olaraq qalardı. 2026-cı il sənin ustalıq ilindir. Mən hər şeyi sistemli və gözəl şəkildə həll edirəm sözlərini daxili gücün et. Sənin təvazökarlığın əslində ən böyük asilliyindir. Bugün attığın hər kiçik addım, sabahki böyük uğurunun memarıdır. Özünə inan, çünki sənin toxunduğun hər şeydə bir intizam və bərəkət var. Tərəzi: bugün kainat sizə gözəllik və ədalət arasında körpü qurur deyir. 5 yanvarın enerjisi tərəzi bürcü üçün emosional gərginlikləri yumşaltmaq və qarşıdurmalardan uzaq durmaq istəyini artırır. Səhər saatlarından etibarən özünüzü həm sosial, həm də daxili bir sükunət axtarışında hiss edəcəksiniz. Planetlərin düzülüşü sizin qərar vermə qabiliyyətinizi həmişəki tərəddüdlərinizə rəğmən daha obyektiv hala gətirir. Bugün enerjiniz parçaları birləşdirmək üzərində köklənib, istər dağınıq bir otaq, istərsə də 2 nəfər arasındakı gərginlik olsun, siz həmin nöqtədə tarazlıq yaradan faktor olacaqsınız. Günün enerjisi sizi həm də öz zahiri görünüşünüzdə və ya yaşadığınız mühitdə kiçik estetik dəyişikliklər etməyə ruhlandıracaq. Daxili intuisiyanızla məntiqiniz bugün nadir rast gəlinən bir harmoniya içindədir. Göy üzü sizə xatırladır ki, əsl güc səs-küydə deyil, zəriflikdə və orta yolu tapa bilməkdədir. Axşam saatlarında özünüzü sanki bir sənət əsərini tamamlamış kimi huzurlu hiss edəcəksiniz. Subay tərəzilər üçün bugün eşq həyatınızda incə bir flört və intellektual cazibə hökm sürür. Sizin nəzakətiniz və xoş rəftarınız ətrafdakıların sizə olan marağını 2 qat artıracaq. Yeni bir tanışlıq üçün sənət qaleriyaları, kitab təqdimatları və ya sosial layihələr çox uğurlu ola bilər. Sizin üçün sevgi bugün sadəcə duyğu deyil, həm də ortaq bir estetik zövqün paylaşılmasıdır. İlk baxışdan aşiq olmaqdan ziyada qarşı tərəfin etik dəyərləri və danışıq tərzi sizi daha çox cəlb edəcək. Evli və ya ciddi münasibəti olan tərəzilər üçün münasibətlərdə qarşılıqlı güzəşt və romantik sülh günüdür. Əgər son günlərdə aranızda soyuq rüzgarlar əsibsə, bugün həmin havayı isitmək üçün ideal şansdır. Partnyorunuzla birlikdə vaxt keçirmək üçün bir axşam planı hazırlamaq və ya sadəcə gələcək xəyallarınızdan danışmaq bağlarınızı möhkəmləndirəcək. Tərəzi bürcü olaraq tək qalmağı sevmirsiniz və bugün partnyorunuzun varlığı sizə böyük bir güvən hissi verəcək. Onun ehtiyaclarını sezmək və həmin ehtiyaclara qarşı həssaslıq göstərmək münasibətinizi daha dərin bir səviyyəyə daşıyacaq. Ehtiras bugün zərifliklə birləşir, sevginizi ifadə etmək üçün bahalı hədiyyələrə ehtiyac yoxdur. Səmimi bir baxış və səni anlayıram kəlməsi hər şeyi həll edəcək. Sosial münasibətlərdə bugün münsiflər heyətinin sədri rolundasınız. Dostlarınız arasındakı mübahisələrdə ortaqlıq tapmaq və hər iki tərəfi razı salacaq həllər təklif etmək sizin üçün çox asan olacaq. Sosial çevrənizdə sizin rəyinizə və zövqünüzə xüsusi ehtiram bəsləniləcək. Ola bilsin ki, maraqlı bir dəvət və ya sosial tədbir təklifi alasınız. Tərəzi bürcləri üçün bugün yeni dostluqlar qurmaq deyil, mövcud əlaqələri cilalamaq önəmlidir. Kobud və aqressiv insanlardan uzaq durmaq üçün daxili bir filtr tətbiq edəcəksiniz. Sizin səmimiyyətiniz təbiidir və bu insanları sizə tərəf çəkir. Köhnə bir dostunuzun sizə verdiyi bir dəyərli məlumat bugün çox işinizə yaraya bilər. Dostlarınızla estetik və ya mədəni mövzularda söhbətlər etmək sizə mental bir rahatlıq bəxş edəcək.
Unutmayın ki sizin sosial bacarıqlarınız həm də gələcək karyera imkanlarınız üçün bir növrə rolunu oynayır. Diplomatik əlaqələrinizi qoruyun. Karyera sahəsində bugün əməkdaşlıq və ortaq məxrəc ön plandadır. Fərdi işlərdənsə komanda şəklində görülən və ya tərəfdaşlıq tələb edən layihələrdə daha uğurlu olacaqsınız. İş yerində danışıqlar aparmaq, müqavilə şərtlərini müzakirə etmək və ya münaqişələri idarə etmək üçün planetlər sizi dəstəkləyir. Sizin obyektiv yanaşmanız rəhbərliyin diqqətindən qaçmayacaq. Əgər yaradıcı sahələrdə, məsləhətçilikdə və ya hüquq sektorunda çalışırsınızsa, 5 yanvar sizin üçün ilin ən parlaq günlərindən biri ola bilər. İş həyatında qərarlarınızı verərkən hamı üçün faydalı olan nədir sualına cavab axtaracaqsınız. Bu etik duruşunuz sizi iş mühitində hörmət edilən bir fiqur halına gətirir. Diqqət yetirməli olduğunuz məqam, hər kəsi razı salmağa çalışarkən öz vaxtınızdan və enerjinizdən çox itirməməkdir. Prioritetlərinizi müəyyən edin və lazım gəldikdə, mən bu məsələdə neytralam deməyi bacarın. Peşəkar vizual görünüşünüz bugün görüşlərin nəticəsinə gözlənilmədən böyük təsir göstərə bilər. Maliyyə məsələlərində tərəzi bürcləri üçün bugün balans və investisiya günüdür. Gəlirləriniz və xərcləriniz arasındakı tərəzini düzəltmək üçün büdcənizə nəzər salacaqsınız. 2026-cı ilin əvvəlində bəzi dəbdəbəli xərclər etmək istəyi yarana bilər, lakin ulduzlar sizi estetik amma funksional alış-verişlərə səsləyir. Ortaq qazanclar, paylar və ya ailə büdcəsi ilə bağlı məsələlərdə ədalətli bölgü gündəmdə olacaq. Pul məsələlərində partnyorunuzun və ya etibarlı bir məsləhətçinin fikrinə müraciət etmək faydalı ola bilər. Ola bilsin ki, keçmişdə etdiyiniz bir yatırımın kiçik bir bəhrəsini görəsiniz. Tərəzilər üçün pul sadəcə bir vasitədir, amma bu vasitənin komfort gətirməsini istəyirsiniz. Bugün maliyyə sənədlərini, sığorta və ya bank müqavilələrini imzalamaq üçün uyğun bir dövrdür. Lakin tələsik qərarlardan qaçın, hər tərəfi yaxşıca çəkin ölçün. Maddi durumunuzda stabilliyi qorumaq üçün emosional alış-verişlərdən uzaq durmaq kifayətdir. Sağlamlıq sahəsində bugün ən çox diqqət yetirməli olduğunuz nöqtə böyrəkləriniz və bel nahiyənizdir. Bol su içmək və bədənin maye balansını qorumaq bugün üçün həyati əhəmiyyət kəsb edir. Psixoloji olaraq özünüzü hüzur ovçusu kimi hiss edə bilərsiniz, ətrafdakı səs-küy və ya aqressiya sizin mental sağlığınızı tez yora bilər. Daxili rahatlığınızı bərpa etmək üçün klassik musiqi dinləmək, rəsm çəkmək və ya gözəl bir məkanda vaxt keçirmək tövsiyə olunur. Sizin üçün fiziki sağlamlıq əslində ətrafınızdakı harmoniyadan asılıdır. Əgər münasibətlərinizdə problem yoxdursa, özünüzü daha gümrah hiss edəcəksiniz. Bugün yuxu rejiminə və dəri baxımına vaxt ayırmaq sizə həm estetik məmnunluq, həm də psixoloji rahatlıq verəcək. Özünüzü mühakimə etməyi dayandırın və həyatın gətirdiyi rənglərdən həzz alın. Unutmayın ki, sizin ən böyük şəfanız öz daxili tarazlığınızdadır. Günün məsləhəti, hər kəsi məmnun etmək məcburiyyətində deyilsən, bəzən ən böyük ədaləti özünə qarşı göstərməlisən. Qərar verməkdən qorxmaq, ən pis qərar belə qərarsızlıqdan daha yaxşıdır. Bugün həyatındakı lazımsız insanları və əşyaları zərifliklə kənarlaşdır. Hər şeyin mərkəzində dayan və öz daxili sülhünü qoru. Gözəllik sənin ruhundadır, onu dünyaya yansıtmaqdan çəkinmə, motivasiya, sən kainatın harmoniyası, həyatın zərif toxunuşusan. Sənin varlığın olan yerdə münaqişələr sülhə, rənglər sənətə çevrilir. 2026-cı il sənin üçün ortaqlıqların və böyük müvazinətin ili olacaq. Mən tarazlıq içindəyəm və hər şey yolundadır, sözlərini şüarın et. Sənin diplomatik gücün qarşısında heç bir qapı bağlı qala bilməz. Qalx və bu günü öz zərifliyinlə fəth et. Dünya sənin gətirəcəyin o gözəl nizamı gözləyir. Əqrəb. Bugün kainat sizə səthin altına bax və həqiqəti tap deyir. Əqrəb bürcü üçün 5 yanvarın enerjisi olduqca konsentrasiyalı və sirli bir atmosfer daşıyır. Səhər saatlarından etibarən özünüzdə böyük bir emosional intensivlik hiss edəcəksiniz. Bu, sadəcə həyəcan deyil, hadisələrin gedişatını öncədən sevmək qabiliyyətidir. Planetlərin düzülüşü sizin intuisiyanızı ən kəskin səviyyəyə çatdırır. Bu da sizə qarşınızdakı insanların gizli niyyətlərini bir baxışdan anlamağa kömək edir. Bugün enerjiniz ya hamı, ya heç nə prinsipi üzərində qurulub. Səthi söhbətlər və mənasız işlər sizi tez yora bilər, buna görə də daha çox dərin analiz və ya mürəkkəb problemlərin həlli ilə məşğul olmaq istəyəcəksiniz. Göy üzü sizə deyir ki, bugün ən böyük gücünüz sükutunuzdadır. Lazım gəldikdə kölgəyə çəkilmək və doğru anı gözləmək sizə hər kəsin açıq döyüşdə qazandığından daha çoxunu qazandıracaq.
Axşam saatlarına doğru daxili bir güc artımı və özünüzü yenilənmiş hiss etmə hissi hakim olacaq. Subay əqrəblər üçün bugün eşq həyatınızda maqnetik bir cazibə hökm sürür. Siz xüsusi bir səy göstərməsəniz belə, sirli enerjiniz ətrafdakıların marağını cəlb edəcək. Yeni bir tanışlıq gözlənilmədən baş verə bilər və bu, çox güman ki, emosional baxımdan olduqca dərindən təsir edəcək bir əlaqənin başlanğıcı olar. Sizin üçün sevgi bugün ruhların qovuşması deməkdir. Kiməsə güvənməzdən əvvəl onu bir növ sınaqdan keçirmək istəyə bilərsiniz, lakin qəlbinizin qapılarını tam bağlamayın. Evli və ya ciddi münasibəti olan əqrəblər üçün münasibətlərdə tam dürüstlük və ehtiras dövrüdür. Partnyorunuzla aranızda olan sirləri bölüşmək və ya bir-birinizin ən dərin qorxularını müzakirə etmək bağlarınızı sarsılmaz edəcək. Bugün səthi romantika sizi qane etməyəcək, daha çox emosional bir bağlılıq axtaracaqsınız. Kiçik qısqanclıq krizləri yarana bilər, lakin bu əslində bir-birinizə olan bağlılığın bir təzahürüdür. Sədaqət sizin üçün hər şeydir və bugün yoldaşınızın sədaqətini hiss etmək sizə böyük bir huzur verəcək. Ehtiras səviyyəsi bugün pik nöqtədədir, birgə keçirəcəyiniz vaxt münasibətinizdəki bütün köhnə yaraları sağalda bilər. Hisslərinizi boğmaq əvəzinə onları bütün dərinliyi ilə yaşamağa icazə verin. Sosial münasibətlərdə bugün strateji müşahidəçi rolundasınız. Siz hər kəslə dost olmağa çalışmırsınız, sadəcə bir neçə etibarlı və sınaqdan keçmiş insanla vaxt keçirməyə üstünlük verirsiniz. Dostlarınızın dediklərindən çox demədiklərinə diqqət yetirəcəksiniz və bu, birinin çətinlikdə olduğunu başqalarından əvvəl hiss etməyinizə səbəb olacaq. Sosial çevrənizdə nüfuzunuz artır, çünki insanlar sizin dürüst və bəzən kəskin, amma doğru sözlərinizə güvənirlər. Ola bilsin ki, köhnə bir dostunuz sizə bir sir açsın və ya mühüm bir xahişlə müraciət etsin. Sizin sir saxlama qabiliyyətiniz bugün ən böyük ləyaqətiniz kimi qiymətləndiriləcək. Yeni tanışlıqlara qarşı ehtiyatlı olsanız da, intuisiyanızın yaşıl işıq yandırdığı insanlara qarşı olduqca səmimi ola bilərsiniz. Sosial mühitdə baş verən intriqalardan uzaq durmaq və tərəf tutmamaq enerjinizi qorumaq üçün vacibdir. Axşam saatlarında sevdiyiniz bir neçə nəfərlə dərin və fəlsəfi söhbətlər etmək ruhunuza yaxşı təsir edəcək. Karyera sahəsində bugün sizin güc və nəzarət gününüzdür. Əqrəb bürcləri üçün 5 yanvar çətin tapşırıqların öhdəsindən gəlmək və gizli qalan problemləri həll etmək üçün mükəmməldir. İş yerində rəqabət varsa, bugün rəqiblərinizin gedişlərini öncədən təxmin edəcək və strateji üstünlük qazanacaqsınız. Araşdırma, analiz, xəfiyyəlik və ya tibbi sahələrdə çalışan əqrəblər üçün fövqəladə məhsuldar bir gündür. Sizin diqqətiniz o qədər fokuslanıb ki, heç bir xəta gözünüzdən qaçmayacaq. Əgər bir layihə üzərində çalışırsınızsa, onun görünməyən tərəflərini mükəmməlləşdirəcəksiniz. Rəhbərliklə münasibətdə az və öz danışmağınız sizin professionallığınızın sübutu kimi qəbul ediləcək. Diqqət yetirməli olduğunuz məqam, iş yoldaşlarınıza qarşı həddindən artıq tələbkar və ya şübhəçi olmamaqdır. Hər kəsin sizin sürətinizdə və dərinliyinizdə olmadığını qəbul edin. Bugün atılan peşəkar addımlar gələcəkdə sizin nüfuzunuzu və vəzifə səlahiyyətlərinizi əhəmiyyətli dərəcədə artıracaqdır. Maliyyə məsələlərində bugün uzaq görənlik və idarə etmək ön plandadır. Əqrəb bürcləri üçün pul sadəcə xərcləmək üçün deyil, güc və təhlükəsizlik əldə etmək üçündür. 5 yanvarda büdcənizdəki gizli sızıntıları tapmaq və maliyyə itkilərinin qarşısını almaq üçün daxili bir impuls hiss edəcəksiniz. Ortaqlı yatırımlar, miras, vergi və ya bank faizləri ilə bağlı məsələlərdə uğurlu nəticələr əldə edə bilərsiniz. Ulduzlar deyir ki, bugün böyük alış-verişlərdən ziyada vəsaitlərinizi necə artıracağınız barədə düşünmək daha xeyirlidir. Əgər bir investisiya planınız varsa, onu hələlik gizli saxlamağınız və tam araşdırmadan hərəkətə keçməməyiniz tövsiyə olunur. Ola bilsin ki, keçmişdə daxil olduğunuz bir işdən gözlənilməz bir gəlir əldə edəsiniz. Pullarınızı idarə edərkən emosiyalarınıza deyil, soyuqqanlı hesablamalarınıza güvənin. Maddi durumunuzda stabillik var, lakin bu stabilliyi qorumaq üçün hər kəsə maliyyə vəziyyətiniz barədə danışmaqdan çəkinin. Sağlamlıq sahəsində bugün bədəninizin regenerasiya, özünü bərpa qabiliyyəti yüksəkdir. Əqrəb bürcünün həssas nöqtəsi olan reproduktiv sistemə və ümumi immunitetə diqqət yetirmək lazımdır. Psixoloji olaraq özünüzü çox güclü, lakin bir qədər gərgin hiss edə bilərsiniz. Bu gərginliyi atmaq üçün fiziki aktivlik, xüsusilə də su ilə bağlı fəaliyyətlər, üzgüçülük, uzun duş möcüzəvi təsir göstərəcək. Daxili dünyanızda baş verən yenidən doğulmaq hissi sizi keçmişin yükündən azad edə bilər.
Əgər sizi narahat edən bir mövzu varsa, onu bir mütəxəssislə və ya çox güvəndiyiniz bir şəxslə bölüşmək mental sağlığınız üçün faydalıdır. Yuxu rejiminə diqqət yetirin, çünki beyniniz bugün daxili informasiyaları emal etməklə çox məşğul olacaq. Meditasiya və ya daxili səssizliklə baş-başa qalmaq sizin daxili batareyanızı dolduracaq. Unutmayın ki, sizin ən böyük şəfanız özünüzü bağışlamaq və negativ duyğuları sərbəst buraxmaq bacarığınızdadır. Günün məsləhəti: hər şeyi kontrol etmək məcburiyyətində deyilsən, bəzən axınla hərəkət etmək ən böyük gücdür. Şübhələrini bir kənara qoy və intuisiyana etibar et, o səni heç vaxt yarı yolda qoymayıb. Bugün daxilindəki zəhəri sənətə və ya işə çevir. İnsanlara qarşı sərt deyil, şaquli bir duruş sərgilə. Unutma ki, həqiqi transformasiya ağrıdan deyil, fərqindəlikdən doğur. Gizli olan hər şeyin bir gün üzə çıxacağını bil və daxili hüzurunu qoru. Motivasiya: sən külündən doğulan simurq quşusan. Sənin iradən qarşısında heç bir əngəl dayana bilməz. 2026-cı il sənin öz həqiqi gücünü kəşf etdiyin və dünyaya nümayiş etdirdiyin il olacaq. Mən güclüyəm, mən dözümlüyəm və mən qalib gəlirəm sözlərini daxili marşın et. Sənin baxışın dağları yerindən oynada bilər. Qalx və bu günü öz dərinliyinlə fəth et. Dünya sənin cəsarətini və strateji dühanı gözləyir. Sən həqiqəti tapmaq üçün doğulmusan. Ox atan. Bugün kainat sizə oxunu uzağa nişan al və qaçmağa başlar deyir. Ox atan bürcü üçün 5 yanvar enerjisi yüksək vibrasiyalı, hərəkətli və ümid doludur. Səhər saatlarından etibarən özünüzü bir yerə sığmayan, hər şeyi öyrənmək və hər kəslə ünsiyyət qurmaq istəyən bir ruh halında tapa bilərsiniz. Planetlərin düzülüşü sizin bəxtinizi və fürsətləri görmə qabiliyyətinizi artırır. Bugün enerjiniz yenilik və inkişaf üzərində köklənib, rutin işlər sizi sıxa bilər, lakin qlobal mövzular, xarici mədəniyyətlər və ya akademik araşdırmalar sizi canlandıracaq. Göy üzü sizə deyir ki, bugün ən böyük gücünüz səmimiyyətiniz və hadisələrə müsbət yanaşmanızdır. Xırda detallarda boğulmaq əvəzinə böyük mənzərəni görmək sizə həm mənəvi, həm də maddi üstünlük qazandıracaq. Axşam saatlarına doğru daxili bir coşqu və həyatın mənasını tapmış kimi bir aydınlıq hiss edəcəksiniz. Hər şeyin mümkün olduğuna inandığınız bugün həqiqətən də möcüzələr qapınızı döyə bilər. Subay ox atanlar üçün bugün eşq həyatınızda azadlıq və intellektual uyğunluq rüzgarları əsir. Sizə dar gələn, sizi məhdudlaşdıran münasibətlərdən uzaq duracaq, daha çox sizə ilham verən insanlara meyil edəcəksiniz. Ola bilsin ki, bir səyahət zamanı, xarici dil kursunda və ya uzaq məsafəli bir ünsiyyət vasitəsilə maraqlı biri ilə tanış olasınız. Sizin üçün sevgi bugünlü birlikdə dünyanı kəşf etmək deməkdir. Yumor hissiniz və daxili parıltınız qarşı tərəf üçün ən böyük cazibə mərkəzi olacaq. Evli və ya ciddi münasibəti olan ox atanlar üçün münasibətlərdə yenilik və macəra ehtiyacı ön plandadır. Partnyorunuzla eyni dördbucaq içində qalmaqdansa çölə çıxmaq, yeni yerlər kəşf etmək və ya uzun müddətli səyahət planları qurmaq aranızdakı bağları təzələyəcək. Bugün yoldaşınızla fəlsəfi müzakirələr aparmaq, inanc və dəyərlər barədə danışmaq bir-birinizi daha dərindən tanımağınıza kömək edəcək. Sizin azadlıq sevər təbiətiniz partnyorunuz tərəfindən anlayışla qarşılandıqda ona olan bağlılığınız daha da artacaq. Ehtiras bugün kəşfiyyat ruhu ilə birləşir, birgə yeni bir hobbiyə başlamaq münasibətinizi monotonluqdan çıxaracaq. Hisslərinizi dürüstcə, amma qarşı tərəfin qəlbini qırmadan ifadə etməyi bacaracaqsınız. Sosial münasibətlərdə bugün ilham mənbəyi və əyləncə mərkəzi rolundasınız. Dostlarınız sizin yanınızda olmaqdan, sizin pozitiv enerjinizdən qidalanmaqdan zövq alacaqlar. Sosial çevrənizdə fərqli baxış bucağına malik, maraqlı və bəlkə də tanınmış insanlarla qarşılaşa bilərsiniz. Ox atanlar üçün bugün yeni qruplara daxil olmaq, geniş kütlələr qarşısında çıxış etmək və ya bir ideologiyanı müdafiə etmək üçün əladır. Dostlarınızın problemlərinə geniş perspektivdən baxaraq onlara ən optimist həll yollarını göstərəcəksiniz. Ola bilsin ki, köhnə bir dostunuzla gözlənilməz bir yerdə rastlaşasınız və bu görüş sizə yeni bir qapı açsın. Sizin dürüst tərəfiniz bugün bəzən patlayar həqiqətləri söyləməyinizə səbəb ola bilər. Çalışın ki, səmimiyyətiniz qarşı tərəfi incitməsin. Sosial aktivliyiniz axşam saatlarında bir ziyafət və ya intellektual bir yığıncaqla davam edə bilər. Unutmayın ki, hər bir yeni insan sizin üçün yeni bir dünyadır. Karyera sahəsində bugün sizin strateji genişlənmə gününüzdür. Ox atan bürcləri üçün 5 yanvar beynəlxalq layihələr, təhsil, hüquq və nəşriyyat sahələrində böyük uğurlar vəd edir.
İş yerində rutin və təkrarçılıqdan qaçaraq yenilikçi metodlar təklif edəcəksiniz. Rəhbərlik sizin vizyonunuza və uzaq görənliyinizə güvənəcək. Əgər bir təlim keçmək və ya yeni bir sahəni öyrənmək niyyətindəsinizsə, bugün atılan addımlar çox məhsuldar olacaq. Sizin işə olan həvəsiniz komanda yoldaşlarınızı da hərəkətə gətirəcək. Diqqət yetirməli olduğunuz məqam, böyük işlərin həvəsi ilə xırda detalları və bürokratik qaydaları unutmamaqdır. Hər şeyi eyni anda etməyə çalışmayın, enerjinizi ən böyük hədəfə fokuslayın. Bugün atılan peşəkar addımlar 2026-cı ilin ortalarında sizin adınızın daha geniş dairələrdə tanınmasına və nüfuzunuzun artmasına səbəb olacaq. Müəllimlik və ya mentorluq qabiliyyətiniz bugün xüsusilə ön plana çıxa bilər. Maliyyə məsələlərində bugün şans və riskin balansı ön plandadır. Oxatan bürcləri üçün pul gəzib görmək və öyrənmək üçün bir vasitədir. 5 yanvarda büdcənizdə səyahət və ya təhsil xərcləri üstünlük təşkil edə bilər. Ulduzlar deyir ki, bugün investisiya məsələlərində bəxtiniz gətirə bilər, lakin həddindən artıq riskli addımlardan qaçmaq şərtilə. Xarici valyuta və ya beynəlxalq bazarlarla bağlı mühüm xəbərlər ala bilərsiniz. Ola bilsin ki, gözləmədiyiniz bir yerdən kiçik bir qazanc və ya bir layihənin maliyyələşməsi xəbəri gəlsin. Pullarınızı idarə edərkən səxavətli ola bilərsiniz, lakin israfçılıqla səxavət arasındakı sərhədi qoruyun. Gələcək planlarınız üçün müəyyən bir məbləği kənara qoymaq sizə daha böyük bir azadlıq hissi verəcək. Maddi durumunuzda inkişaf meylləri var, kifayətdir ki, fürsətləri zamanında dəyərləndirməyi bacarasınız. Sağlamlıq sahəsində bugün özünüzü çox gümrah və atletik hiss edəcəksiniz. Oxatan bürcünün həssas nöqtəsi olan bud və qaraciyər nahiyəsinə diqqət yetirmək lazımdır. Fiziki aktivlik, açıq havada idman və ya qaçış sizin üçün ən yaxşı stres atma yoludur. Psixoloji olaraq özünüzü ruhsal bir səyyah kimi hiss edə bilərsiniz. Dar mühitlərdə qalmaq sizi sıxa bilər, ona görə də imkan tapdıqca məkan dəyişikliyi edin. Daxili dünyanızda baş verən oyanış sizi daha optimist edir və bu immunitetinizə müsbət təsir göstərir. Əgər sizi narahat edən bir mövzu varsa, ona fəlsəfi tərəfdən baxaraq onu asanlıqla həzm edəcəksiniz. Yuxu rejiminə diqqət yetirin, çünki beyniniz yeni ideyalarla o qədər doludur ki, dincəlməyi unuda bilərsiniz. Meditasiya və ya təbiət qoynunda səssiz qalmaq sizin daxili pusulanızı tənzimləyəcək. Unutmayın ki, sizin ən böyük şəfanız gülüşünüz və inamınızdır. Günün məsləhəti, oxunu nişan alarkən sadəcə hədəfi deyil, hədəfə gedən yolu da sevməyi unutma. Bugün dürüstlüyünü bir silah kimi deyil, bir işıq kimi istifadə et. Hər şeyi bilmək məcburiyyətində deyilsən, bəzən bilmirəm, amma öyrənəcəyəm demək ən böyük bilikdir. Sərhədlərini sən müəyyən edirsən, onları aşmaqdan qorxma. Bugün birinə ümid ver, çünki verdiyin hər işıq sənə 10 qat artıq geri dönəcək. Motivasiya, sən kainatın əbədi tələbəsi və ustadısan. Sənin enerjin dünyanı hərəkətə gətirə bilər. 2026-cı il sənin üçün böyük açılışlar və kəşflər ilidir. Mən inanıram, mən görürəm və mən fəth edirəm sözlərini daxili şüarın et. Sənin optimizmin ən qaranlıq otağı belə işıqlandıra bilər. Qalx və bugünü öz coşqunla rənglə. Dünya sənin cəsarətini və geniş vizyonunu gözləyir. Sən həyatın dadını çıxarmaq üçün doğulmusan. Oğlaq. Bugün kainat sizə öz zirvəni fəth etməyin vaxtıdır, deyir. Oğlaq bürcü üçün 5 yanvar enerjisi olduqca konstruktiv, məqsədyönlü və sarsılmazdır. Səhər saatlarından etibarən üzərinizdə böyük bir məsuliyyət hissi, eyni zamanda bu yükü daşıya biləcək qeyri-adi bir güc hiss edəcəksiniz. Planetlərin düzülüşü sizin dözümlülüyünüzü artırır və ən mürəkkəb sosial iyerarxiyalarda belə öz yerinizi dəqiqləşdirməyə kömək edir. Bugün enerjiniz nəticəyə fokuslanmaq üzərində qurulub, boş xəyallar sizi maraqlandırmır. Siz yalnız əllə toxunula bilən uğurların arxasınca gedirsiniz. Göy üzü sizə deyir ki, bugün ən böyük gücünüz soyuqqanlılığınız və zamanı idarə etmək bacarığınızdır. Emosional dalğalanmalara vaxt itirmədən hər addımınızı bir şahmat ustası kimi hesablayacaqsınız. Axşam saatlarına doğru daxili bir qürur və hər şeyin nəzarət altında olmasının verdiyi rahatlıq hakim olacaq. Özünüzü heç vaxt olmadığı qədər yetkin və qərarlı hiss edəcəyiniz bir gündür. Subay oğlaqlar üçün bugün eşq həyatınızda ciddiyyət və etibar ön plandadır. Sizin üçün sevgi sadəcə keçici bir həvəs deyil, bir gələcək qurmaq deməkdir. Ola bilsin ki, peşəkar mühitdə və ya rəsmi bir tədbirdə sizin qətiyyətli duruşunuza və zəkanıza heyran olan biri ilə qarşılaşasınız. Yeni bir tanışlıq üçün bugün səviyyəli və perspektivli bir zəmin təklif edir.
Sizin bir qədər məsafəli, lakin asil duruşunuz qarşı tərəf üçün əlçatmaz və cəlbedici bir sirr yaradacaq. Evli və ya ciddi münasibəti olan oğlaqlar üçün münasibətlərdə sədaqət və birgə inşa dövrüdür. Partnyorunuzla maddi hədəflər, ev alqı-satqısı və ya ailənin gələcək strukturu barədə ciddi qərarlar verə bilərsiniz. Bugün romantikanı şeirlərdə deyil, bir-birinizə verdiyiniz dəstəkdə və real hərəkətlərdə tapacaqsınız. Sizin biraz quru görünən təbiətiniz altında dərin bir bağlılıq yatır və bugün həmin bağlılığı partnyorunuza hiss etdirmək üçün kiçik, amma mənalı jestlər edəcəksiniz. Ehtiras bugün stabilliklə birləşir, bir-birinizə olan güvəniniz münasibətin ən ehtiraslı tərəfinə çevriləcək. Hisslərinizi bəlkə çox bəlağətli deməyəcəksiniz, amma hər hərəkətinizlə mən buradayam və səninləyəm mesajını verəcəksiniz. Sosial münasibətlərdə bugün ağsaqqal və ya məsləhətçi rolundasınız. Dostlarınız sizin təcrübənizə və məntiqi mülahizələrinizə ehtiyac duyaraq qapınızı döyə bilərlər. Siz hər kəslə yaxın olmaqdansa, yalnız sizinlə eyni dəyərləri paylaşan, nüfuzlu və dürüst insanlarla ünsiyyətə üstünlük verirsiniz. Sosial çevrənizdə sizin sözünüz qanun kimi qəbul edilə bilər, çünki hər kəs sizin ədalətinizə və uzaq görənliyinizə bələddir. Ola bilsin ki, köhnə və nüfuzlu bir dostunuzdan mühüm bir dəvət və ya təklif alasınız. Sizin sadiqliyiniz bugün ən böyük sosial kapitalınız olacaq. Yeni tanışlıqlara qarşı sınaq müddəti tətbiq etsəniz də, layiq olan insanlara qarşı olduqca səxavətli ola bilərsiniz. Sosial mühitdə lazımsız səs-küydən qaçmaq və daha çox işgüzar naharlar və ya ciddi müzakirələr olan məclislərə qatılmaq ruhunuza daha yaxın olacaq. Axşam saatlarında sevdiyiniz bir neçə nəfərlə keyfiyyətli vaxt keçirmək mental yorğunluğunuzu alacaq. Karyera sahəsində bugün sizin idarə etmə və icra gününüzdür. Oğlaq bürcləri üçün 5 yanvar böyük məsuliyyətlərin altına imza atmaq və rəhbərlik bacarığını nümayiş etdirmək üçün ideal gündür. İş yerində hər kəsin çəkindiyi çətin bir layihəni öz üzərinizə götürərək onu mükəmməl bir sistemə sala bilərsiniz. Rəhbərlik sizin sadiqliyinizi və nəticəyə yönümlü iş prinsipinizi yüksək qiymətləndirəcək. Əgər öz işinizi qurmaq və ya mövcud işinizdə struktur dəyişikliyi etmək istəyirsinizsə, bugün ulduzlar sizi tam dəstəkləyir. Sizin diqqətiniz o qədər itidir ki, maliyyə və ya hüquqi sənədlərdəki ən kiçik boşluqları belə tapacaqsınız. Diqqət yetirməli olduğunuz məqam, iş yoldaşlarınıza qarşı həddindən artıq robotik və ya tələbkar olmamaqdır. Unutmayın ki, hər kəs sizin kimi dözümlü olmaya bilər. Bugün atılan peşəkar addımlar 2026 ilin sonunda sizin statusunuzun rəsmi olaraq yüksəlməsinə gətirib çıxaracaq. Maliyyə məsələlərində bugün yığım və möhkəmlənmə ön plandadır. Oğlaq bürcləri üçün pul sərbəstlik və güc deməkdir. 5 yanvarda büdcənizdəki lazımsız xərcləri kəsib, investisiya portfelinizi daha da gücləndirmək üçün addımlar atacaqsınız. Ulduzlar deyir ki, bugün daşınmaz əmlak, uzun müddətli səhmlər və ya qızıl kimi sabit aktivlərlə bağlı qərarlar vermək üçün çox uğurlu bir gündür. Ola bilsin ki, keçmişdə göstərdiyiniz bir xidmətin qarşılığında ciddi bir maddi mükafat və ya bonus alasınız. Pullarınızı idarə edərkən son dərəcə mühafizəkar olacaqsınız və bu, sizi gələcək krizislərdən qoruyacaq. Maddi durumunuzda stabil bir artım müşahidə olunur. Kifayətdir ki, ani emosional alış-verişlərdən uzaq durmağa davam edəsiniz. Kiməsə borc vermək və ya böyük kredit öhdəliyi altına girmək üçün bir qədər də gözləmək və şərtləri daha dərindən analiz etmək tövsiyə olunur. Sağlamlıq sahəsində bugün bədəninizin strukturuna, xüsusilə sümüklər, dişlər və dizlərə diqqət yetirmək lazımdır. Kalsiyum qəbulunu artırmaq və onurğa sütununu yormamaq tövsiyə olunur. Psixoloji olaraq özünüzü çox ciddi və bəzən həyatın yükü çiynimdədir kimi hiss edə bilərsiniz. Bu mental gərginliyi azaltmaq üçün özünüzə gülmək şansı tanıyın və həyatı biraz daha yüngül qəbul etməyə çalışın. Daxili dünyanızda baş verən bu quruculuq dövrü sizi yora bilər, ona görə də yalnız qalmaq və sessizlikdə dincəlmək sizin üçün ən yaxşı dərman olacaq. Yuxu rejiminə diqqət yetirin, çünki beyniniz gələcək planlarla o qədər doludur ki, dincəlməyi unuda bilərsiniz. Meditasiya və ya dağ havasında gəzinti sizin daxili batareyanızı yenidən dolduracaq. Unutmayın ki, sizin ən böyük şəfanız zəhmətinizin qarşılığını görmək və özünüzlə fəxr etməkdir. Günün məsləhəti, zirvəyə gedən yol tənhadır, amma mənzərə bütün çətinliklərə dəyər. Bugün özünə qarşı biraz daha şəfqətli ol, hər şeyi tək başına həll etmək məcburiyyətində deyilsən. Səbrin sənin ən böyük silahındır, onu bugün bir qalxan kimi istifadə et. Keçmişin uğursuzluqlarını deyil, gələcəyin qələbələrini düşün. Bugün birinə yol göstər, çünki ustad olmaq həm də öyrətmək deməkdir. Motivasiya, sən kainatın sarsılmaz qalası, zamanın ustadısan.
Sənin iradən ən çətin qayaları belə deşib keçə bilər. 2026-cı il sənin öz imperiyanı möhkəmləndirdiyin il olacaq. Mən nizamlayıram, mən qururam və mən nail oluram sözlərini daxili marşın et. Sənin ciddiyyətin ən böyük xarizmandır. Qalx və bu günü öz iradənlə fəth et. Dünya sənin gətirəcəyin o möhkəm nizamı və uğuru gözləyir. Sən qalib gəlmək üçün doğulmusan. Dolça. Bugün kainat sizə özünə məxsus olmaqdan qorxma, dünya sənin fərqliliyinə ehtiyac duyur, deyir. Dolça bürcü üçün 5 yanvar enerjisi olduqca elektrikli, yenilikçi və kollektiv şura xidmət edən bir tonda keçir. Səhər saatlarından etibarən beyninizdə parlaq ideyaların, rəqəmsal layihələrin və ya sosial dəyişikliklərlə bağlı planların cövlan etdiyini hiss edəcəksiniz. Planetlərin düzülüşü sizin humanitar tərəfinizi alovlandırır, bu da sizi fərdi uğurlardan çox cəmiyyətə fayda verəcək məqsədlərə yönəldir. Bugün enerjiniz gələcəyi bugünə gətirmək üzərində qurulub, ənənəvi metodlar sizə sıxıcı gələ bilər, siz hər şeydə bir texnoloji və ya fəlsəfi yenilik axtaracaqsınız. Göy üzü sizə deyir ki, bugün ən böyük gücünüz obyektivliyiniz və qərəzsiz yanaşmanızdır. Duyğuların bulandırmadığı təmiz bir ağılla ən mürəkkəb sosial düyünləri belə asanlıqla aça biləcəksiniz. Axşam saatlarına doğru daxili bir azadlıq və mən öz yolumu çəkirəm hissi sizə böyük bir motivasiya verəcək. Subay dolçalar üçün, bugün eşq həyatınızda dostluqla sevgi arasındakı sərhəd görünməz ola bilər. Sizə maraqlı gələn insan ilk növbədə sizin ideyalarınızı anlayan və azadlığınıza hörmət edən biridir. Ola bilsin ki, virtual platformada, bir elmi konferansda və ya sosial aktivistlərin toplantısında sizinlə eyni tezlikdə düşünən biri ilə tanış olasınız. Sizin üçün sevgi bugün eyni gələcəyə baxmaq deməkdir. Sizin orijinal geyim tərziniz və qeyri-adi yumorunuz qarşı tərəf üçün intellektual bir maqnit rolu oynayacaq. Evli və ya ciddi münasibəti olan dolçalar üçün münasibətlərdə fərdi sahəyə hörmət və zehni ortaqlıq dövrüdür. Partnyorunuzla aranızdakı bağı sadəcə duyğularla deyil, ortaq layihələr və ya dostluq zəminində möhkəmləndirəcəksiniz. Bugün yoldaşınıza bir partnyor kimi deyil, ən yaxın sirdaş və dost kimi yanaşmaq münasibətinizi daha çox isidəcək. Ola bilsin ki, birgə texnoloji bir yenilik etmək, evə müasir bir cihaz almaq və ya sosial bir kampaniyada iştirak etmək barədə qərar verəsiniz. Sizin biraz məsafəli, lakin sadiq təbiətiniz partnyorunuza güvən verəcək. Ehtiras bugün intellektual müzakirələrlə alovlanır, bir-birinizin beyninə heyran olmaq sizin üçün ən böyük yaxınlıqdır. Hisslərinizi dramatikləşdirmədən, səmimi və sərbəst şəkildə ifadə etməyiniz aradakı bütün maneələri yox edəcək. Sosial münasibətlərdə bugün ideyalar lideri və qrup ruhunun memarı rolundasınız. Dostlarınız sizin fərqli baxış bucağınızdan faydalanmaq üçün ətrafınıza toplaşacaqlar. Dolçalar üçün bugün yeni dostluqlar deyil, geniş kütlələrlə əlaqə qurmaq və ya maraq qruplarında aktivlik göstərmək önəmlidir. Sosial çevrənizdə dahi biraz eksentrik və ya tamamilə fərqli mədəniyyətdən olan insanlarla qarşılaşa bilərsiniz. Sizin humanitar tərəfiniz bugün kiməsə qarşılıqsız kömək etməyinizə və ya bir haqsızlığa qarşı səs ucaltmağınıza səbəb ola bilər. Ola bilsin ki, köhnə bir dostunuz sizə texnoloji bir məsələdə və ya yenilikçi bir ideyada məsləhət üçün müraciət etsin. Sizin qərəzsizliyiniz bugün ən böyük sosial üstünlüyünüz olacaq. Sosial mühitdəki dedikodulardan uzaq durub, daha çox bəşəri mövzulardan danışmaq sizə və ətrafınıza yaxşı təsir edəcək. Axşam saatlarında onlayn bir icmada və ya dost məclisində gələcəyin texnologiyaları haqqında söhbət etmək enerjinizi balanslayacaq. Karyera sahəsində bugün sizin innovasiya və rəqəmsallaşma gününüzdür. Dolça bürcləri üçün 5 yanvar rəqəmsal layihələr, ET sahəsi, mühəndislik və ya elmi araşdırmalar üçün mükəmməl imkanlar vəd edir. İş yerində hər kəsin vərdiş etdiyi köhnə metodları kənara qoyub, daha sürətli və səmərəli sistemlər təklif edəcəksiniz. Rəhbərlik sizin vizyonunuzdakı orijinallığı və müstəqil qərar vermə bacarığınızı təqdir edəcək. Əgər freelance çalışırsınızsa və ya öz startupınızı qurmaq istəyirsinizsə, bugün atılan addımlar çox uğurlu olacaq. Sizin işi olan out of the box qəlibdən kənar, yanaşmanız həmkarlarınızı da yeni bir dalğaya kökləyəcək. Diqqət yetirməli olduğunuz məqam, ideyalarınızı təqdim edərkən çox radikal olub ətrafdakıları qorxutmamaqdır, biraz diplomatiya işinizə yaraya bilər. Bugün atılan peşəkar addımlar 2026-cı ilin ortalarında sizin öz sahənizdə bir referans şəxs kimi tanınmağınıza səbəb olacaq. Maliyyə məsələlərində bugün yenilikçi yatırımlar və gələcək büdcəsi ön plandadır. Dolça bürcləri üçün pul azadlıq və öz layihələrini həyata keçirmək üçün bir resursdur.
5 yanvarda ənənəvi bankçılıqdan ziyada kriptovalyuta, startup yatırımları və ya texnoloji fondlarla bağlı mühüm xəbərlər ala bilərsiniz. Ulduzlar deyir ki, bugün gəlirlərinizi artırmaq üçün qeyri-adi yollar tapmaqda bəxtiniz gətirə bilər. Ola bilsin ki, onlayn bir layihədən və ya intellektual mülkiyyətdən kiçik bir gəlir əldə edəsiniz. Pullarınızı idarə edərkən məntiqli, lakin vizyoner olacaqsınız. Maddi durumunuzda stabil artım meylləri var. Kifayətdir ki, pulu sadəcə yığmaq üçün deyil, onu dövriyyəyə salıb inkişaf etdirmək barədə düşünəsiniz. Dostlarla ortaq maddi işlərə girərkən bütün şərtlərin şəffaf olmasına diqqət yetirin, çünki sizin üçün dürüstlük hər şeydən önəmlidir. Sağlamlıq sahəsində bugün ən çox diqqət yetirməli olduğunuz yer qan dövranı sistemi və ayaq biləkləridir. Uzun müddət kompüter arxasında hərəkətsiz qalmamaq və bədəni oksigenlə təmin etmək vacibdir. Psixoloji olaraq özünüzü zehni bir laboratoriyada kimi hiss edə bilərsiniz, beyniniz o qədər sürətlə çalışır ki, sinir sisteminizi yora bilər. Bu mental gərginliyi azaltmaq üçün rəqəmsal detoks etmək və təbiətdə, xüsusilə küləkli havalarda gəzmək sizə möcüzəvi təsir göstərəcək. Daxili dünyanızda baş verən oyanış sizi daha müstəqil edir və bu, psixosomatik olaraq özünüzü daha güclü hiss etməyinizə səbəb olur. Əgər sizi narahat edən bir mövzu varsa, ona obyektiv və sanki başqasının problemi kimi baxaraq həll edəcəksiniz. Yuxu rejiminə diqqət yetirin, çünki parlaq ideyalar gecə saatlarında yuxunuzu qaçıra bilər. Meditasiya və ya ulduzları seyr etmək sizin daxili pusulanızı tənzimləyəcək. Unutmayın ki, sizin ən böyük şəfanız öz fərdliyinizlə barışıq olmağınızdır. Günün məsləhəti, həqiqət sənə məxsusdur, onu hər kəsin qəbul etməsi üçün sarsılma. Bugün daxili azadlığını qoru, amma ətrafındakı insanlarla bağlarını da qoparma. Hər şeyi tək başına dəyişə bilməzsən, amma bir qığılcım yandıra bilərsən. Texnologiyadan istifadə et, amma ruhunu rəqəmlərin arasında itirmə. Bugün bir yenilik et, bəlkə heç getmədiyin bir yolla get, çünki ən böyük kəşflər gözlənilməz anlarda baş verir. Motivasiya, sən gələcəyin carçısı, kainatın ən azad ruhusan. Sənin ideyaların dünyanı daha ədalətli və müasir bir yerə çevirə bilər. 2026-cı il sənin üçün əsl oyanış və özünü təsdiq ilidir. Mən fərqliyəm, mən azadam və mən yaradıram sözlərini daxili marşın et. Sənin uzaq görənliyin ən keçilməz sədləri belə aşa bilər. Qalx və bugünü öz orijinallığınla rənglə. Dünya sənin gətirəcəyin o dahi nizamı və yeniliyi gözləyir. Sən tərəqqi üçün doğulmusan. Balıqlar. Bugün kainat sizə gözlərini yum və qəlbinin işığına güvənd deyir. Balıqlar bürcü üçün 5 yanvar enerjisi olduqca akvariumvari, şəffaf və ruhsal baxımdan zəngin bir atmosferdə keçir. Səhər saatlarından etibarən özünüzdə bir növ dünya ilə bütövləşmə hissi, ətrafdakı insanların ağrı və sevinclərini dərindən duymaq bacarığı hiss edəcəksiniz. Planetlərin düzülüşü sizin bədii təxəyyülünüzü və intuisiyanızı ən üst səviyyəyə qaldırır. Bugün enerjiniz hiss etmək və şəfa vermək üzərində köklənib, sərt reallıqlar və soyuq məntiq sizi yora bilər, lakin musiqi, sənət və ya meditasiya sizi tamamilə yeniləyəcək. Gökyüzü sizə deyir ki, bugün ən böyük gücünüz yumşaqlığınız və hər şeyi olduğu kimi qəbul etmək bacarığınızdır. Heç bir mübarizəyə girmədən, sadəcə axınla hərəkət edərək ən çətin vəziyyətlərdən belə zərifliklə çıxa biləcəksiniz. Axşam saatlarına doğru ruhunuzun parladığını və kainatla harmoniyada olduğunuzu hiss edəcəksiniz. Subay balıqlar üçün bugün eşq həyatınızda nağılvari bir atmosfer hökm sürür. Siz xüsusi bir səy göstərməsəniz də qəlbinizdən gələn o təmiz və səmimi enerji ruh əksinizi sizə tərəf çəkə bilər. Yeni bir tanışlıq gözlənilmədən, bəlkə bir sənət mühitində, dəniz kənarında və ya xeyriyyə tədbirində baş verə bilər. Sizin üçün sevgi bugün sərhədsiz fədakarlıq və ruhsal yaxınlıq deməkdir. Kiməsə aşiq olarkən onun sadəcə zahirinə deyil, ruhunun rənglərinə vurulacaqsınız. Evli və ya ciddi münasibəti olan balıqlar üçün münasibətlərdə emosional dərinlik və romantik sükunət dövrüdür. Partnyorunuzla sözlərə ehtiyac duymadan sadəcə baxışlarla anlaşa bilərsiniz. Bugün bir-birinizə olan inamı möhkəmləndirmək üçün səmimi etiraflar etmək və gələcək xəyallarınızdan danışmaq münasibətinizi daha da isidəcək. Sizin aşırı həssaslığınız partnyorunuz tərəfindən bir xəzinə kimi qorunacaq. Ola bilsin ki, birlikdə dincəlmək üçün sakit bir məkan seçəsiniz və ya evdə romantik bir atmosfer yaradasınız. Ehtiras bugün zərifliklə və qayğı ilə birləşir, bir-birinizin yaralarını sarmaq sizin üçün ən böyük eşq aktıdır.
Hisslərinizi bütün çılpaqlığı və təmizliyi ilə yaşamağa icazə verin, qəlbinizi açmaqdan qorxmayın. Sosial münasibətlərdə bugün sakitləşdirici liman rolundasınız. Dostlarınız öz problemləri ilə sizə gələcək, çünki bilirlər ki, siz onları mühakimə etmədən dinləyən tək insansınız. Balıqlar üçün bugün kütləvi tədbirlərdənsə bir və ya kiçik, səmimi qruplarda vaxt keçirmək daha ruhlandırıcıdır. Sosial çevrənizdə yaradıcı, sirli və ya mənəviyyata önəm verən insanlarla qarşılaşa bilərsiniz. Sizin empatiya qabiliyyətiniz bugün birinin həyatını dəyişdirə biləcək kiçik bir toxunuş etməyinizə səbəb olacaq. Ola bilsin ki, köhnə bir dostunuz sizə bir minnətdarlıq borcunu qaytarsın və ya mənəvi bir hədiyyə versin. Sizin fədakarlığınız bugün ən böyük sosial hörmətiniz olacaq. Sosial mühitdəki aqressiv enerjilərdən qaçmaq və daha çox sənət, musiqi və xeyriyyəçilik olan məclislərə qatılmaq ruhunuza daha yaxın olacaq. Axşam saatlarında dostlarla keçirilən səmimi bir söhbət bütün həftənin yorğunluğunu alacaq. Karyera sahəsində bugün sizin yaradıcı təxəyyül və ilham gününüzdür. Balıqlar bürcləri üçün 5 yanvar incəsənət, psixologiya, dizayn və ya dənizlə bağlı sahələrdə böyük uğurlar vəd edir. İş yerində hər kəsin quru hesabatlarla məşğul olduğu bir vaxtda siz vizual və estetik həllər təklif edərək fərqlənəcəksiniz. Rəhbərlik sizin intuisiya ilə verdiyiniz qərarların nə dərəcədə doğru olduğunu görərək sizə olan etibarını artıracaq. Əgər yaradıcı bir layihə üzərində çalışırsınızsa, bugün gələn ideyaları mütləq qeyd edin, çünki onlar gələcəkdə sizin şah əsəriniz ola bilər. Sizin işə olan qəlbən bağlılıq yanaşmanız həmkarlarınızı da duyğulandıracaq. Diqqət yetirməli olduğunuz məqam, real rəqəmlərdən və son tariflərdən tamamilə qopmamaqdır, biraz intizam işlərinizi daha stabil edərdi. Bugün atılan peşəkar addımlar 2026 ilin ortalarında sizin adınızın ilham mənbəyi kimi tanınmasına səbəb olacaq. Maliyyə məsələlərində bugün intuisiya və ehtiyatlılıq ön plandadır. Balıqlar bürcləri üçün pul sevdiklərini xoşbəxt etmək və xəyallarını gerçəkləşdirmək üçün bir vasitədir. 5 yanvarda büdcənizdə sənətə, bəzək əşyalarına və ya xeyriyyəçiliyə ayrılan xərclər arta bilər. Ulduzlar deyir ki, bugün maddi məsələlərdə daxili səsinizə qulaq asmaq sizi səhv yatırımlardan qoruya bilər. Ola bilsin ki, keçmişdə daxil olduğunuz yaradıcı bir işdən gözlənilməz bir qonorar və ya hədiyyə alasınız. Pullarınızı idarə edərkən çox səxavətli ola bilərsiniz, lakin öz ehtiyaclarınızı da unutmamağınız tövsiyə olunur. Maddi durumunuzda stabil, lakin yavaş bir inkişaf var. Bugün maliyyə sənədlərini imzalayarkən diqqətli olun, çünki bəzi detalları gözdən qaçıra bilərsiniz. Kiməsə maddi yardım etmək istəsəniz, bunu gizli tutmağınız sizin ruhsal hüzurunuzu daha da artıracaq. Sağlamlıq sahəsində bugün ən çox diqqət yetirməli olduğunuz yer ayaq pəncələri və limfa sistemidir. Masaj, rahat ayaqqabılar və su prosedurları sizin üçün ən yaxşı sağlamlıq qaynağıdır. Psixoloji olaraq özünüzü ruhsal bir okeanda kimi hiss edə bilərsiniz. Ətrafdakı negativ enerjiləri tez özünüzə çəkdiyiniz üçün tənha qalmaq və daxili dünyanızla baş-başa qalmaq sizə vacibdir. Bu mental gərginliyi azaltmaq üçün meditasiya etmək, rəsm çəkmək və ya sakitləşdirici musiqi dinləmək sizə möcüzəvi təsir göstərəcək. Daxili dünyanızda baş verən oyanış sizi daha şəfqətli edir və bu, psixosomatik olaraq immunitetinizi gücləndirir. Əgər sizi narahat edən bir mövzu varsa, onu dua edərək və ya bir kağıza yazaraq suya buraxın. Yuxu rejiminə diqqət yetirin, çünki rəngli və mesaj dolu yuxularınız bugün sizə mühüm ipuçları verə bilər. Unutmayın ki, sizin ən böyük şəfanız bağışlamaq və sevgidir. Günün məsləhəti, hər kəsin yükünü daşımaq məcburiyyətində deyilsən, bəzən ən böyük şəfanı özünə ayırmalısan. Bugün xəyallarından qorxma, onlar gələcəyin həqiqətləridir. Ədalətsizliyi görəndə qəlbini bağlama, sadəcə öz işığını daha da artır. Axınla hərəkət et, amma hədəfini də unutma. Bugün birinə təbəssüm et, çünki sənin səmimiyyətin buzları əritmək gücünə malikdir. Motivasiya, sən kainatın qəlbi, həyatın ən dərin sirrisən. Sənin xəyalların dünyanı daha gözəl və yaşanılası bir yerə çevirə bilər. 2026 il sənin üçün ruhsal təmizlənmə və böyük yaradıcılıq ilidir. Mən sevirəm, mən inanıram və mən yaradıram sözlərini daxili marşın et. Sənin şəfqətin ən sərt ürəkləri belə yumşalda bilər. Qalx və bu günü öz sehrinlə rənglə. Dünya sənin gətirəcəyin o ilahi harmoniyanı və sevgini gözləyir. Sən möcüzələr yaratmaq üçün doğulmusan.